Salam. Bəlkə nuş olsun da deyək bundan belə. Nuş olsun. Taran, yeni tərzin. Mən artıq rəsmən Roma Sezarı elan edirəm özümü. Yenə bir dənə səs qoyarsan bura. Həmin səsi qoyarsan ya. Bu istədim. Bu sondur. Yox, Artıq tam sən son busan deyil. da, hə? Yox, bir dənə orada otac da var. Ona varam, o Əmir Teymur hissəsi olacaq. Amma bir müddət Roma Sezarı. Yaxşı. Breaking news olaraq da gözlərim artıq görür. Xeyir olsun. Əməliyyat olundu Tərlan. Bu açqını Qırırsan burada? Yox, qırmıram. Bu açqını. Bu yəni ki, ölənə qədər də səninlə gedəcək. Evlənəndə ayağının altına. Bunu qoy elə ora, hə, Tərlan, orada qalsın. Evlənəndə Ayağında ayağının altına. qalsın. Bura qoyuram, sonra baxarıq. Necə oldu? Necə görürsən? Tam net. Tam gördüm. Tam net. %100. Əvvəl %20 zad görürdüm. Nəyi belə net gördük və sevindin? Çox uzağım. Nə qazandırdı bu? Əvvəl nə itirirdin ki? Əvvəl çox uzaqda nə baş verdiyindən heç bir xəbərim olmurdu. Yəni çox uzaqda tutalım ki də bir formasından tuturdum da təxminən. Çox bulurlu, klyonkanın arxasına elə bir nəyəsə izləyirmişsən kimi. Amma ilk dəfədir belə görürsən hə? Hə, həyatımda ilk dəfədir ki, bu qədər net görürəm bu arada. Gözəl Tərlan, sevindik görmək və elə səndən başlamışkən bəlkə sən bu evdə elədiklərindən danışaq. Danışaq. Lazımsız çox əşya alırsan. Yəni bizim tərəfimizdən elə görünür, bilmirəm. Aha. Doldurursan evi. Məsələn, Yox, lazımsız dediyim bəzilərini bilmirəm heç nə üçündür. Aha. Yığdım sumkaya hamısını. Aha. Bunları niyə saxlayırsan? Bilmirəm, nə bilim. Amma indi bunu qoyub alçanam ya, alça. Biraz da alkaş kimi görünəsən, amma bunlar uzun müddətli yığılmış şeylər. Hə də yəni evet, düzdür. Tərlan özü şey eləməyib. Yəni qonaq gəliblər. Yox qardaş, Tərlan özü şey. Məzələnirsən. Tərəfini Onda elə alkaş tutmuyor, kimi görürsən. Qardaş, niyə sən satarsan bunları? Yox, qardaş, nə bilim, prosta qoyuram ora ki, nə qədər içdiyimi görüm. Cavan olsam da. Yəni nə Çox olarsa pis hal-hazırda tamamilə bir alkaş imici yaranır Hə, və daha da körüklənir. Bu nədir? O açqı silmək üçün bir şeydir. nədir? Ver, istən izah edin. Amma öncə istifadə eləməyəsən axı bunu. Eləyəcəm, Qara qara çipləri, çıxır. hə. Göstərim. Təxmini bildin də belə sıxırsan, amma göstər yenə də. Reaksiyası dağıldı. Bəs ver açqı təmizləyim. Yox. Niyə? Alın. Ver o birinə də mən bunu təmizləyim. Bəs bax. Nə qədər verdin onlara? Mənim qəpik idi. İkisi bir yerdə 80 qəpik idi, bir manat idi. Yox, biri qalmış. Ondan çoxdur bu arada, bəzi 3 dənə deyil. Arxasını görmədin sən? Yox. Arxa tərəfi görmədin sən. Arxada bundan bir yox 15 Niyə dənə saxlayırsan? var. Nə tərlan? Niyə saxlayırsan? Mənim Problem qardaş odur. bilmirəm, nə bilim. Evin balacadır axı bu ev özdə. Niyə bu qədər şey yığırsan? Yox, O onun sonra şkaf heç qoyulmur partlayır, ki. yəni o şkaf açılmır bu arada. Qəribə bir saat çizgi film. Zardı. 2 də saatı buyur Fərid. Təşəkkür eləmirsən bəs? Çox sağ ol. Buyur. Yəni belə də silirdim. Hədə Amma yenə də çox sağ ol. Koftamla daha rahat silinər bu arada. Qəribə hərəkətlər ver. edirsən ay Tərlan. Necə qəribə Bu. hərəkətlər? Bunu qırmışdın. Bəli. O Sonra bunu yapışdırdın. Aha, o nədir? O nədir Başı deyim? sabunları bilək. Kintsugi var. Aha. Bir Yapon Animesidir. animesidir. Yapon ənənəsi Anime. deyək. Mhm. Sənət növüdür bir dənə. Aninesi. Qırılan belə deyim də əşyaları Bardaqdan su içə bilirsən təzədən sən. həyata qaytarmaq. Qırılan bardaqdan. Amma su içmək. zərli hə, zərlə zadı. Zər deyil əslində, burada qızıl toz olmalıdır. Bu heç o effekti vermədi deyə. Böyle bir Nusret'in Alınmadı yəni. Bu sənətin başını buraxdım mən. Bir dəfə At da onda denedim. bunu at da. Yox, bu axı mənim sanat denəməm olaraq. Hə. Dedim. Mən buna baxanda bir zamanlar bunu denedim. bir zamanlar anda oldu. Tamam. Buyur. Bəs evləndə sındırarsan onu. Yox. Göstər Bu nədir? Bu Hə, da bu bax, sanat film denəməsi istik. içində, amma bunu deməyim hələ. Bunu dedə nə olar? Yox da Xahiş deməyim, eləyərlər edirəm axı. Kim eləyər? Qulaq asıb eləyərlər də. Bu Qardaş bax, bu uzun müddət də ordadır. Sən deyirsən ki, mən bundan nəsə bir art eləyəcəm, düzdür? Bəli. Olar ki, bunu eləyəsən indi, yoxsa bu çox vaxt İndi yox tələb eləyir. qardaş. Yox, çox vaxt tələb eləyən bir şeydir. Denən kəsərəm, yaxşı, neynəsən bundan? Metal Bitmə. sabun. Metal sabun gözlədiyim kimi gəlmədi. Necə yəni? Nədir ki bu? Nədir olacaq? Bu soğan sarımsaq şey eləyəndə Soğuk metal yəni. olmalıdır amma bu yalancı oldu da. Bu elə bil tam metal deyil. bildim. Köpük vermir. Bu Nədir? xərçəng deyə. Bunun içi tam metal olmalıdır, bildin? Bu ağır bir şey olmalıdır. Bu amma ağır bir şey deyil. İçi boşdur, belə olmalı değildi. Altı bəzək üstü təzək. Aldadıldım, amma bir 2 manat satıydım. Amma atmırsan yenə də. Qardaş, evin altında bir də neçə dənə təxminən bir 30 dənə zad bidon var. 30-dan çox. 30 10 deyil, litrlik 50-dən çoxdur. 10 20 litrlik, litrlik, 20 50-dən çox bidon var. litrlik, 50-dən çox bidon var. Göstər, onun görüntüsünü qoyaram Var, bunlara. əslində içəridə var. Nihat gətirə bilsə. Yox, onu yox. Bir onu bir heç. bəsdir bundan.
Belə bu bidonlardan 50 dənə. 50-dən çox. 50-dən Niyə çox yığırsan var. bunları? Qarış təbiət sevgisidir. Təbiət sevgisi. Daha da ziyanı deyil. Bunu Necə? bilirəm ki, mən zibilə atsam, bu gedib hansısa tısbağanın zadın boğazına yapışacaq axırda. Ona görə bunu istəyirəm ki, bunu istifadə eləyə biləcək. Məsələn, atıram da, kimsə süd satır ya da kimsə nəsə su işinə məşğul olur. Elə bir adam tapdığım anda deyim ki, Sən məndən 50 55 dənə belə 50 dənə Qardaş, bidonum yəni sən var. bunu yığmağa başlayanda neçədə bunu adam tapacağı fikirləşirdin? Mən düşünürdüm ki, 20-də zat. onlarda zadda həmin adamı tapacağam və davamlı olaraq ona deyəcəm ki, gəl götür. 10 dənəsi yığılıb gəl götür. O Amma adam bundan mənə da bağlı tapılmayıb. axtarış eləmirsən. Axtarış elədim. Nə Yəni çox elədin? axtarış. Nə LinkedIn-də yazdın? Yox, LinkedIn-də yazmamışam. Düz deyir, axtarış eləmirsən Tərlan. Ola bilər bilsən, pirşağıdan ola bilər ki, kiməsə Yes. bundan 20 dənə lazımdır. Elə oradan soraqladım, o da olmadı. Orada da olmadı. Hə, orada Onda da- xahiş edirəm bu 50 dənə bidonu dəyərləndir. Mən istəyirəm açıq. Mən istəmirəm orada qalsın. Amma zibilə də atılıb gedib hansısa tısbağanın boynuna da yapışmasın. Buna necə daha eco-friendly bir yol tapmaq istəyirəm. Al paketlər də şey olur da. Hansı paketlər? Poşet, yəni şeylər, plastik. Poşetlərdə atmıram ki. Necə atmırsan? Görmürsən poşetləri? Yox, sən nəsə alanda almaya bilərsən də paket. Aha. Şey, o bəqlər var. Yox da yox. Bunu axı dəyərləndirmək olar. Həmin paketi nə etmək? Ekobag al da. Ekobəqlər. Nə? Bunun məsələ nə aidiyyatı var, qardaş? Mən bu Üstəlik qədərini eləyirəm. təbiəti də. düşün. Poşet Mən bu almırsan. qədərini eləyirəm. Onu demirəm. Demirəmsə sakitdə şey. Hə. Mən bəzi deyirəm. Hə. Deyirəm ki, ekobəq alırsan. Aha. Yəni bu Almıram da, bu ekobag parçalayır səni. almıram. Ona görə mən Ekobag parçalamıram. almıram, yox, almıram. Onda təbiəti düşündüyün fikri yanlışdır da. Yanlış deyil də, təbiəti bu qədər düşünürəm. Amma sən ondan Məncə daha də çox bastın düşünə Tərlan. bilərsən. Təbiət Çox məsələsində bastın. bastın. Tısbağa da lap bastın. Yox, ağlıma ilk tısbağa gəldi. Kaplumba. Amma təbiəti mən Mehmet bu qədər. erkən dönmüş. Bu qədər sevirəm təbiəti. Bu Dəyərləndir də bunu. Neyin bunları? dəyərləndirmək istəyirəm. Bunu Bu 50 izləyicilərimizə dənəni verək. İzləyicilərə özün təqdim elə. Nə yap- İzləyicilərimə özüm təqdim Atmaz edirəm. Leonardo, Rafael. Bundan 50-dən çox var. 60 dənə. 60 dənə izləyicimizə bundan Tərlan özü şəxsən Amma bunu doğrudan da gedib zibilə atmasınlar da. Yəni onu mən gedib eləyə bilərəm. Tısbağan zadın başına keçsin. Yəni Amma necə bunda seçək o 50 içində nəfəri? südmü daşınsın, nəsə bir şey olsun bunun içində. O 50-60 nəfəri necə tapaq? Bu arada Necə seçək? Ramiz Gilin tısbağası var. Bəlkə birini aparaq ora gör nə reaksiya verəcək. Ha, Amma yəni, boğazdan Görən deyəcək Ya, ki, tısbağa bu bunun nədir? içində keçər amma. Tısbağa çox şey eləmir. keçməz özünərsən. Bunun içində kalan tısbağa yerləşər. ha. Tərlan necə eləyək? Necə seçək 60 nəfəri? İstəyirəm yazsınlar. Məncə hamı istəməz belə bir şey. Məncə bununla bağlı bir şey eləməliyəm. Rəydə ən çox like yığan. Rəydə ən çox like yığan izləyicilərimizə YouTube-da bölümün altında. YouTube-da bölümün altında, Aha. bəli. Bunu amma yox, bunu məsələn shorts olaraq Instagramda da paylaşmaq olar da. Onda elə ümumi deyirəm. Rəydə ən çox like alan izləyicilərə bunu şəxsən özüm təqdim edəcəm. Şəhərin hər hansı bir yerində. Yox, şəhərin hər hansı bir yerində yox, onu aydınlaşdırarıq. Onu bilmirəm, bütün gün şey paylamır 60 nəfər. Yorulasan zarafat Tərlan. Bu necəsə topdan bir şey eləməliyəm ki, məsələn Südçü 40 olasan. nəfər yığılsın, hamısını eyni mərkəzə yığıb bunlar Ha, elə eləyək onda. onda. Pəncərədən verək də. Gəlsin pəncərədən verək. Erdoğan olacaq. Çay atma. Əvvəlcə bir dənə tapaq kimlərdir o şanslı 60 nəfər. Aha. Səndən birbaşa Şanslı 60 nəfərə Şanslı bunu S. hədiyyə eləyəcəyik. hə. Yəni sonra Allah gəlin görə Şəxsən. necə verərik. İmza da ata bilərəm üstünə. Sənə əgər bir şey deyim istəyirlərsə. Tərlan. Hə. Bunu sənin hədiyyə verməyin yəni problem deyil, amma bunu götürən şəxs metroda zadda belə getmək. Yox, metroda getməsin də. Götürən şəxs elə burada itirəcəyəm. Mən Ya da ona görə məsələn, deyirəm də bunun- Targovda zad deyil Bunun bir yəni. yeri var, məsələn, gedib Yeri ora var. ora verək. Yo izləyicilərə Hə, verək. yaxşı, izləyicilərə Amma verək. haqlı da üsyan. Məncə yəni düzdür. 60 dənə 60-dan çox izləyici var səndən birbaşa və səndən bidon almaq istəyən. Tamam, onda 60 həmin o 60 şanslı izləyiciyə. Məsələn, bu arada da hər ay 4 nəfərə bunu hədiyyə eləyə bilərik. Hər ay 4 dənəsini alınır çünki. Hə, bunu davam elətdirə Özü bilərik amma zəng gəldi ki, birini istəyirik də. Kim yığır bəzi? bu bidonla olan hekayəmiz bu qədər. Amma səhv şey deyim, sən bundan atıram da yenə nəsə bir sənət əsəri zad düzəldə bilərsən. Qayıq düzəltmək olar. Hə. Qayıq düzəltmək olar. Qayıq düzəldə Qəşəng. bilərəm. Survivor Hə. turabi qayıq. Qayıq yox, amma nəsə düzəldə Sürətli bilərsən. video çəkərsən Mən- belə qayıq düzəldirsən. Şəp şəp şəp. şəp. Hə. Belə. Studiyamızda da bir qonaq var dostlar. Yadınızdadsa 3-4 bölüm əvvəl demişdim. Orxan yazmışdı ki, bəyaz sən deyən sneakers tapmışam. Orxan bizim sneakersimizi gətirib dostlar. Sağ ol. Və iddia edir ki, o bizim dediyimiz sneakersdir. Orxan xoş gəlmisən. Tamam. Sən hardan bildin ki, bu bizim dediyimiz sneakersdir və hardan almısan sneakers? O sneakersdən mən də yemişəm. Əvvəlki o dad var idi, yəndə boğurdu adamı. Ay sağ ol. Od. Yavan gedirdi. Od. Hardan Təsvir almısan? bu bəs? dəqiqə çox o təsvirdir. Alsan- Hə, təsvir Boğur edirdi. dedi yəni. Dəhşət, dəhşət. Hardan həyəcanla almısan ya. bəs?
Bunu bu Britaniyadan gətirən, mallar gətirən yerlər var. İynindən bilinir, bir də iyniyin onu. Dostlar, dizaynı həm odur, həm o deyil. Dizaynından bilə bilmərik Fərid. Gözdə qoxusundan biləcəyik. Baxın da, qoxu. Qoxu eynidir Azərbaycandan. Yox. Məzələrsən? Yox, eyni deyil axı. Ha bu dəqiqə Pis eləməyin də mənə. Reklamı gedir. Bu necə üstünü bulur da bəzən. Getdik. Üstad, nəsə desən. Yaxındır. Yaxındır o deyil. O deyil. Yox, olsa deyil. Onu tapmam. Amma çox yaxındır. Çox yaxındır. Buradakı deyil. Ha, yox, buradakı deyil olsa. Boğur ha biraz. Ha, o. Amma sən də yadındadır o da da. Ha. Dəhşət idi. Çaysız. Çaysız olay. Bunun içində kakao var elə bir. Nəsə ekstra bir Qardaş, şey məncə var. bilmirəm. Məncə birinci şokolatı getdi. Kıvamı- Snickers'in şokolatının kıvamı dadı pis odur. oldu. Əvvəl şokolatı çox dadlı idi. Bax, burası oxşuyur. Orası burada da eynidir. Doğrudan, heç arxasına baxmıram ki. Yox, eynidir, burada da eynidir. Hər şey eynidir. Demək ki, Snickers qlobal olaraq Bitmişdir. Snickers bitmişdir zarafat. Dostlar, bəlkə Rusiyadan gələn gətirsinlər, nə olar. Hər ölkədən. Məncə çözüm Rusiyadır. Zarafat. Məncə də Rusiyadır, dostlar. Bir nəfər də yazıb Fransadan gətiribdi. Növbəti bölümdə o da gələcək. Mən bir dəfə də Rusiyadan gətirib gəlsəm olar. Nə olmur? Hər bölüm bir dənə ölkə. Zəif nöqtəmiz nə zəifdir. Snickers-də zəif nöqtəmiz. Biz amma illər də axtarırıq. Bölümün adında qoyarsınız bəzən Snickersi. Təşəkkürlər Orxan. Həm başqa hədiyyələr nə var? Əsas Bounty. Britaniya vizası. Sulkan kasab dönərdəndir. Ha, ögüzəndəndir. yox, əslində yox. Kinder gətirmişəm. Qəşəng. Hardan? Yox, bu burdandır. O bir sizə görə gətirmişəm. İçimdə var. Yox, 2 dənə gətirmişdim. Çünki siz yumurta dediniz. İsmaillə Toto. Tərlanın Kinder yadına düşmədi. Ona görə mən Kinder gətirmişdim. Sağ ol, həqiqətən sağ ol. Uşaqlığımızda bu dəqiqə elədim. Yekə eşşəkləri heç nə Yox. gətirmirsən. Yekə. Yox, Ya onlar burdandır qardaş. Ana 30 sal. Eşşək səni 30 yaşım var. Hepsi alırsan. Yekə Mən eşşək. yeməmişəm də bundan. İndi Mən hələ də kimsə mənə deyəndə ki, marketdən nəsə lazımdır. İlk ağlıma gələn cavab Kinder olur. Bax Allah. yox, sizə də gətirmişəm. Toto. Yox, bu bilinmir mənşəyi nədir. Ece gətirib. Toto yox. Kaş Ecenin özünü gətirərdin. nə? Siz ancaq Kinder yemisiniz deyə bir dənə bundan İran gətirdim ki. Hə. Bunun şokolatı nə Allah, dadsız da indi. içi oyuncaqlı, dışı. Elə sizə layiq hədiyyə gəlib. Yekə İşi kokolu. eşşəklərə layiq. Təşəkkürlər Bunu da Orxan. axırda verirəm Tərlana. Eko paket. Oo, bax gözəl. Qəşəng, gözəl. qəşəng. Üstünə düşləsinlər. Zor. Sımağalar ölməsin. Ölməsin. Mən Buraya vur. Tut. Hə, kənd uşaqları. Yarım saatlıq bölüm danışır. Anca yeyib. Ancaq içmək- 7-yə. Çay qoyulacaq. Çay da qoyulsun, bu qoyulsun. içilsin. Bu içilsin, bu sizin Orxan, keçdən sonra təşəkkürlər. gələr. Çox sağ ol Həqiqətən, Orxan. çox Minnətdarıq Orxan. zarafası. Çox Xoş olsun. incəsən. Qəşəng hədiyyələr. Buradan qəşəng. insanlara Mən- nə demək istəyirsən? uşaqlıq travmalarımı da nəzərə alıb bunu gətirdiyin üçün sənə xüsusi təşəkkür Amma mən çox sevindim. Elə bildim o da xaricdən gəlibdi. Hə, mən də amma problem Çünki yoxdur. Kinderdə, problem yoxdur. Kinder barəsində nə düşünürsən Orxan? Əvvəlki dadı var? Yox. Yoxdur. Orxan nəsə deyirdi insanlara? İnsanlığa bir dənə töhfə verim. Mutlu ol Bir dənə yetər. bidonu mən götürürəm. Gözəl. Orxan Əslində, bu gün bu başlayır. əslində hə, bizim tərəfdə bizdə alırıq sulardan, qoyuruq çölə 10 dəqiqə. 10 dəqiqədən sonra aparırlar. 100% dənə süd doldururlar. Hə, mən istəyirəm o bir insan ondan faydalansın. Gözəl. İndi apara yanında bilmərəm söz uzaq ver də deyir. elə, təqdim Onu ol. imzalayıb verər istəmə. Onu saxlayacağam Amma ən mən. azından burada ver görüntüsü olsun bir Hə. dənə. Neçə dənə qaldı? 59. Yox, bu 61-ci idi bu. Ay, bu Aşağıdan ya. gətirmədi. Onun silinməyi ki var ki. Fürsən Bir silindi. dənə belə poz verin ora. Təntənəli surət. Ora bir dənə mahnı da qoysaz. Şık. İşıqlana bilər. İndi çaya. Orxan yamandır söhbətin. Hətta sən zamendəsən bilirsən. Bir gün aramızdan biri ayrılsa gəlib otura bilərsən. Alınırım, ayrılmasın. Hasan çağırsaz gələrəm amma. Sən dünyanın fərqli ölkələrindən Snickerslər al, hər dəfə birini götür gəl. İndi bu yaxınlarda Rusiyadan danışlar gəlmə. Ona deyəcəm ona. Qəşəng, qəşəng. 4-5 Mən dənə. güvənirəm. Rusiyadan ola bilər. Bir şey deyim, yaman connectionlar var. Britaniyadan biri gəlir, Rusiyadan biri gəlir. Orxan açıqsından. Polad Bilbiloğlu gəlir. Əlaqələri zadı. Görsən Orxan, onu da verə. Siyəram da bəlkə verəsənə. Boş bulkanı. Sən evi boşaldırsan. Dostlar, bir dənə bir şey deyim. Kakras fürsət tapmışam. Onda mən verişin axırında bir dənə eksklüziv bir şey verirəm. Oy be.
Yəni ki, mən oturum verilişini atım. Oturmuyor. Mənə bildim oturacağam. Belə də gedim də onda mən. Sən otura bilərsən. Hə, yox, yəni bu tərk eləyim də kameranı. Hə. Belə. Çox sağ ol Orxan. Kat eləyərik buradan. Hə, kat eləyərik. Reski, hətta Reski reski tip bəlkə olacaq. belə eləyək Hə, Orxan getsin. Ay sağ ol. Deməli, bəzi mövzunu açırsan. Qardaş, mövzu yox, bir dənə 1-2 məsələ var. Deməli, bizə Kalan rus sektorları yazdı gördünüzsə. Bəli, bəli. Sağ olsunlar. Çoxu da yazır ki, Kakay Krasivaya təşəkkürlər. Xeyli rus sektoru bizi sevirmiş. Heç gözləmirdim mən. Hə, biz yanlış. Yo, mən fərdi olaraq sevən rus sektorlar var. Həyatımda indiyə kimi olan rus sektorlarından söhbət gedir. Onlar xaricində çox rus sektoru var imiş sən demə. Səni sevən yox, Antokosk olaraq deyirəm mən. Məsələn, Hə. bilmirəm də mən Amma tək dostlar, qardaş sözünə görə belə elə bilirdim ki, bizdən zəhlələri gedir. yox, mən bir dənə analiz elədim. Bizim dediyimiz rus sektoru, rus sektoru deyil də. Bax, o sevənlərin əksəriyyətinə də baxdım, atıram. Rus sektoruna gedib, amma Azərbaycan ab-havasında, nə bilim, Azərbaycanla danışan cəmiyyətdə böyüyüb də. Amma bizim dediyimiz rus sektorları full rus dilində danışır. Yəni Yox, ola sifət bilər. də Ola rus bilər, niyə? Rus sektorda amma Ümumiyyətlə indi də nədir? o rus sektorları görək nə deyir. O rus sektorlar, sırf o rus sektorlar deyəndə ağlımızda necə bir obraz canlanır? Putin biraz elə. sarışın qaqaş, Qızlar ev arıq, yapar. uzun Arıq. arıq, uzun arıq oğlan. Təmiz ağ krasovkası olur həmişə. Bəli, bəli. Tərtəmiz Tişörtü. ağ olur. Bəlkə bir yaş şalvarı. dövründə skate sürmüş ola bilər. Yes. Ən azından skate olubdu, sürə bilməsə. də. Əsasən elmlər tərəfdə qalırlar. Yox, o Elmlər qədərini parlament deməyim. tərəfdə. Yox, o qədər deyil. Amma parklarda dolu olurlar. Parklarda Ya ya elmlər tərəfdə qalır, Bir ya də yaşamal üç-üç gəzirlər. Üç-üç hardasa topalaşıb deyib gülürlər belə də. Хорошо. Bilyə. Какая красивая. Bax indi gedirik yollara. Yo, Sizə yo. sevgili Какая красивая. Bilmirəm, o rus sektorlar o rus sektorlardır desinlər. İndi də onu yazsınlar. Bizi sevən rus sektorlar indi desinlər ki, bunlar hansı tip rus sektorudur. Ay, sağ ol. Sadəcə təhsildən söhbət getmir də Hə, burada. hə. Yəni mən istəyirəm ki, bu Azərbaycan temaları, yəni mənim ətrafımda elə çox insanlar var, rus sektorudur, amma Azərbaycanda şaqqa-şaq danışır, temaları bilir. Mən istəyirəm ki, rus ab-havasında Və çuşka kimi baxsın. Hə, bax çuşka kimi baxsınlar. Hə. Normalda o şəxslər. Rus Amma sektoru olmayanlara. bir minni bizə baxıb deyirlər ki, bunlar həqiqətən kakaya krasivaya. Amma deyirlərsə Halal olsun. halal Məni olsun sevirlər zarafat. də. Hə, demək ki, Niyə? bizi rus Sevirlər. sektorları sevir. Zorla özümüzü sevdirməyəsi deyilik ki. Onda rus dili sevirlər. öyrənək də biz. Mən biraz bilirəm. Onda arada Какая denən. красивая. Какая красивая. Bir də şey var, Боже mой. Nə çıxdı, qardaş? Fıraqdır. Görəm məndən nə çıxdı. Bizimkindən güvənmirəm. Sənkinə Xomeyni çıxa bilər. İran şeyi. Ya, amma söz deməyə. İnşallah çıxacaq. Allah bunun içi də qaradır. Allah qardaş. Tam İrandır. Allah bunun sarı Bezbon katlanı sarısına. keyfiyyətsiz də. Şadlıq sarayı sütunudur. Buna bax. Direktor. Doğrudan direktor demişkən dostlar. Direktor da Traktor, çempion. traktor sazi İran şeyində birinci olub. İran nə idi o? Milli nə bilim nəyində. Hə, təbrik edirəm. Nədir o? Mən onu istədim. Aynen onu qeyd kardeşim, eləmişdim. Nə vaxt baxıram zülm çəkirlər. Qardaş, bilirsən? bilirsən, onların bir dəfə belə bir teması var idi. Tək qap. Bu pomidorlar sərhəddə qalır. Bax onları gətirən şey. Kayının atasının maşını. Götün balası deyim. Az görə bundan çıxdı. maşında var. Bizdən tək parça bir şey çıxdı. Tamam, ver o kində. Düzəltməyə ehtiyac Bəzi- yoxdur. Böyük ki Birini bundan ye. da pomidor çıxacaq. Hı? Birini ye, o birini də mən yeyim də. Birini dedim də onsuz. Kinderləri dedim. Bəs sən bunu yemirsən? Yo, mən görürəm ki, o çox dadsız şokolad. Oy bu ya. Necə pis şokoladdır. Elvandır. Çox pis. Hə dostlar, Traktor Sazi klubunu təbrik edirik. İnşallah. Cənubi Azərbaycandan bizi izləyən bütün tamaşaçılara da, Rus sektorlara. fars sektorları artıq. Yəni gedir onlar. Cənubi Azərbaycanın rus sektoru. Hə, biraz Traktor Sazidən danışaq da dostlar. Traktor nə vaxt baxıram zülm çəkirdilər. Yəni elə bilirəm ki, bunlar Nəsə alınmırdı. illərin sonunda, məsələn, Yes, 20 ilin yes. sonunda çempion oldular sanki. Mənə də Yoxsa elə əvvəl gəldi və ən son çempionluqları nə vaxt oldu? bilmirəm və belə bir şey var idi. Bir dəfə nə ilənsə oynayanda Sepahda nə bilim nədir, onunla oynayanda ən sonunda işıqlarımı söndürüblər, yoxsa nəsə Hə, hə, elə kameralarımı şeylər söndürüblər. Elə olaylar olurdu. Topların kəsirlər eləyirlər bəlkə. Asma. Mənasız zülmlər eləyirlər. Konkret hə. Yəni biz amma Traktor
sazini sevirik. Biz deyəndə mən öz adımdan deyim ki, mən sevirəm. Siz də yəqin. Mən sevirəm amma açığı vecimə deyil orada. Açıq, Yəni mən nə sevirəm, nə sevmirəm. Bir futbol klubu kimi yox da, bir bilmirəm. Nə kimi, ordu kimi. Orada kimi yox da. Ümumiyyətlə mənə ləzzət edir onlar. Danışığı zad da ləzzət edir. Dirəktur. Yo, o zor. Amma oyunlarına baxıram. İstəyirəm ki, misal üçün Heç oyunlarına heç baxmamışam bu arada. Demirəm, oturub da dəqiqə baxıram. Görüntülər var. İstəyirəm ki, misal üçün bir şeydə azarkeş təzahüratı zadı olsun da belə qəribə. Elə şey deyirlər. Türk var, erməni, nə bilim, Şəhriyardan şeir. Amma Şəhriyar zor deyil. Mən Şəhriyarı da çox sevirəm bu arada. Mən də sevirəm. Traktora olan sevgimdən Şəhriyara olan sevgim eyni növ sevgidir. Traktorun quruluş tarixi nə vaxt görəsən? Şəhriyar da Traktor şeydə qurulub. Onu deyirəm. Bu bilirsən niyə adı traktordur, hə? Bu Sovet dövründə girirlər İrana. Sovetlər. Heç bir info yoxdur. Yoxdur. Adını heç soruşmadı. Sən niyə belə bir infoya girdin? Dedin ki, nə vaxt yaranıb da? Həmin dövrdə yaranıb və onda da axı şeydir, kəndli fəhlə zad teması traktor olub adı. O dövrlərdə yaranıb. Yəni 1900 dəhşət hekayəsi yox. Şəbəri zad var, 50-ci illərdir, 60-cı illər o ərəfələr. 40, 50, 60 bu arada yaranıb. Bir dəqiqə traktora necə bağlandı? Mən biraz söhbət Fəhlə kəndli var, fəhlə kəndli, traktor zad. Ona görə adı traktor olub. Misal üçün də armaturlu bir şey olsaydı, armatur yəni elə bir adı hər an çəkic oraq zad ola bilərdi. Prosta traktor. Yəni leşniyim. Təbriklər bir şey yox. Təbriklər. Adını dəyişə bilərlər bu arada. Bu arada bizdən bir fikir kimi. Ya loqosunda da adına da bildiyin traktor var. Mercedes FK. Ay sağ ol. Hə, elə bir şey. Ya da Vito eləsinlər. Yox, qardaş, az zaman FK. Xazar LTD. Sovetlərdə yoxdur. Yəni biraz daha müasir heç olmasa kombayn eləsinlər ya da Kat. nə eləsinlər? Kat var ya bir dənə marka. Başqa nə ola bilər? Elə bilirsən kat. BYD. Siz nə edirsiniz? BYD FK. BYD-nin də o şey qafiyələnmir axı. Onda alıb Fars, türk, erməni. Bunlar BYD-nin düşməni. Bir də şey, ümumiyyətlə İranlı videolarda da var. Cənubi Azərbaycan. Ümumiyyətlə Cənubi Azərbaycan mövzusunu biraz danışaq. Bu şey var ya, bir dənə Təbrizdə balıq satan qız var ya. Təbrizin balıqları qəribə belə giriş sad eləyir. 1 dəqiqə də danışır, 1 dəqiqə, 2 dəqiqə oturub qulaq asır. Məncə ləhcələrinin şirinliyindən çox istifadə eləyirlər. Hə. Məncə yox. Mərcinin qəşəngi burdadır. Biraz da üstünə İsti qoyurlar. çörəyimizdə Balığın qaynardı. yaxşı urmudan gəlir, amma İsti çörəyimizdə bizim təndirdən gəlir. hə, qəribə bir Naxçıvan ləhcəsinin daha gözəl bir versiyası. Qəşəng söyüş söyürlər. Yəni bizim dediyimiz söyüşü belə onlar söyəndə çox qəribə səslənir. Dostlar, Azərbaycanla bağlı başqa nə var? Yəni Beynimizdə. zarafatsız şeydir. Məhəmməd Hüseyn Şəhriyar Şəhriyar var. yaşasaydı həqiqətən də şey traktora məncə nəsə bir şey yazardı olardı. 100 var. Amma eyni vaxtda yaşayıblar da. Amma şey o vaxt çox ciddi almayıb da yəqin. O vaxtda ChatGPT yox idi, ona görə bir şey oldu. Oy. Hə. Ona görə yəni sağ olsunlar, çempion elədilər. Çempion oldular. Xalqımızı, birliyimizi qorudular. Dəyişdi. Traktor haqqında nə qədər. Dostlar, deməli Gülanə Məmmədova bizə 4 dənə kofe alıbdı. Sağ olsun. Bütün kofe alanlar sağ olsun, o heç halal olsun. Bəlkə kofe alanların adını Və bu belə bir arada mesaj altdan yazaq. Və belə bir mesaj yazıbdı. Salam, mən sizə kofe hədiyyə etmək istəyirəm. Və bir xahişim olacaq, əgər mümkündürsə. Mənim ən yaxın dostumun ad günüdür. Və deyibdi ki, yazın ki, təbriklər Haşım. Qaqaşın adı Haşımdır. Ağrımır başım. Polşada yaşayır və tələbədir. Onun üçün deyir ki, maraqlı hədiyyə olar. Amma birinci Instagrama yazmışdı bu mesajı Gülanə. Instagrama eyni mesaj yazıb, axırında da yazmış ki, kart atın. Bildin, yəni bu elə bilmiş ki, 20 manatı belə üzümüzə çırpıb. Gedin təbrik edin. Belə bir şey eləyibdi. Bax, təbriklər Haşım. Təbriklər Haşım. Ağrımasın başın. Gəl əlimizi bunun üstünə qoyub təbrik eləyək. Olmasın baş daşın. Əlimizi bunun üstünə qoyub deyək ki, təbriklər Haşım. Bu da qardaşım. Selena. Təbriklər Haşım, ağrımasın Yox, bax başın. Hə? Deyək. Yo, çox uzundur, məzələnirsən. Cənubi Azərbaycanlı oldu Onu sən denə çubuqla. Təbriklər Haşım. Hə, indi ay Haşım. Sən qırağa. Haşımın zəhər oldu ad günü. Haşım əsəbləşdi. Bu xanım bilmirəm sənin qohumundur, tanışın. Amma sonra bir şey deyəcəm, o mesajın axırından girib kart atın sözünü silmişdi təzədən, düzənləmişdi o mesajı. Sonra girib kofeni alıb və görübdü ki, bu belə olan bir şey deyil. Kofeni alıb ondan sonra yazdı. Onda Gülanə xanım ağrımasın sizin də başın. Saf deyil bəlkə, amma etik deyil. Amma Gülanə xanım, kofe alıb belə bir şey deyil. Yəni mən 4 dənə kofe alım, ad günü təbrik eləyək. Elədik düzdür bu səfər, amma bundan sonra ola bilər. Nə? Kart atın. Bura o vaxt ATV-də 88 idi, aşağıdan mesaj gedirdi. Yoxsa 88 00
Çox Tut şey var idi desinlər. qardaş. Çox şey var idi. Biz 99-99 edirik. Burada bundan belə 99-99 olacaq. Hətta bu mesajı da buradan verək ilk mesaj olaraq. Və ya bölüm boyunca getsin də. Bölüm Kofe boyunca alanların gedir. adı. Kofe alanlar istəyir təbrik yazsın, nə yazır Təbrik Amma yazmasa no. adı gedəcək ki, Amma filan yo, kəs yo, kofe yo, aldı. dostlar, 3 bir dənə dənə kofe şərtim aldı. var. Hı. Atıram. İndi xanım 20 manat atıb, amma çalan mesaj Çalan yazıb. yazıb, Hə. hə. Bunun şərti olmalıdır. Necə? Hə, minimum Elə 4 belə kofe misal olsun. üçün Minimum də. 4 Yox, kofe. 4 kofe yox. Misal üçün bir kofeyə tutaq ki 5 Beş dənə söz. söz haqqın var. Ya nə bilim 3 dənə söz haqqın var. Tutaq ki bir dənə kofe aldın, hə? Fikrini 5 sözlə Hə. ifadə eləməlisən. 6-7 söz yazdın. Misal üçün Tərlan, mən səni bu günlərdə çox sevirəm də. İndi atıram. Təbrik də edirəm. Saymadın, 6-dan oldu yoxsa. 6 söz olanda dayandırırıq, demirik. Çox qaldı. Söhbət getdi. Hə. Neçə Sevirəm kofeyə? çox olmayacaq. Da dəni də söz olaraq saymırıq, narahat Saymırıq. olmayın. Hətta yeri gələr nəni belə. Amma da 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 yazmayın da. Bir kofeyə 3 söz. Bəlkə bir kofeyə 10 söz amma sürətli keçsin. Ya. Nə? Ya da onun başını buraxaq bəlkə söz. Onsa yazmırlar. Dostlar, söz yazan yox, yoxdur. bir kofeyə düz deyirsən, 3 söz. 3 söz azdı Fərid. Aytən səni sevirəm. Yox, onu Yoxsun desin. da, də. bəs. Aytən ifadə əgər eləsin çox də. sevirsə, 2 kofe İki alsın kofe desin ki, alsın. Aytən Hə. səni Hə, Mən- doğru. O qədər Hə. çox sevirəm ki. Nə dedi ən son? Bir kofeyə 3 Üç söz. söz. 3 Hə. söz. 2 kofe 6 söz. 6 söz. 3 kofeyə 9 Bu söz. tənasüblə 10 davam söz. eləsin. Kofeyə. 3 kofeyə 10 söz olsun. Bir dənə artıq verək. 4 Yox, kofeyə sənə də görə limitləri bilsin də, yəni Limitləri zorlamayın. Dəqiq olsun, dəqiq Hə. olsun bir Hə, dənə. Bir tamam. kofeyə 3 söz. Gözəl. Bir kofe Hə. bərabərdir 3 söz. İndi dostlar, mövzular keçək də. Yəni Mövzuları sərdən keçək. ticarətdən danışırıq ancaq. Hə, keçək. Gözdə bir dənə də var, bir dənə də xahiş edirəm, onu da deyim. Deməli, Dəniz adlı izləyicimiz şəkil atıbdı, Dəniz atasının Baykal. şəklini atıb. Almaniyadan salamlar, fanatınız olan atama ad günü hədiyyəmiz deyə mesaj yazıb. Atasına tişört düzəltdiriblər, Antaklosko sodalı tişört. Ha, möhtəşəm. O Ya. şəkli Baxın qoyacağam dənə. bura. Mən baxa bilərəm, mən görməmişəm. Ha, gözlər də görür özü. Bir dənə incəliyin, sonra bunun üzərindən danışaq. Ver İsmail də baxsın. Amma Diqqətlə əlində baxın. tutduğu soda bizim soda deyil elə. Bir dənə baxın. Elə ona gələcəm, hə. Orada biraz Quşlayıb. deməli ad gününü təbrik eləyirik, keçmiş ad gününü. Adı nədir? Maraqlı hissə buradır. Dedim ki, Atavın adını yazma, hərf sayını yaz. Adındakı hərflərin sayını yaz. Və Beş müəllimin adı 5 hərfdən ibarətdir. Mən elə bildim adı nədir. Nadir. Mənim də ağlımda biri var. Nadir. Sifətinə baxanda, üzünə baxanda belə görünür. Ümumiyyətlə üzünə baxanda bir rus sektor. Nadir. Hə, Bu Nadir, bizi nadir, sevməyən rus sektorlara Ola oxşaya bilər, bilər. ola bilər. Nadir, Ya da nadir, sevməyən. Amma nadir. zor dayday deyil, nə dayday. Dayday deyil, dostlar. dayday Ha. deyil. Cavandır. Mən onda Kamil demək istəyirəm. Mən açığı ağlıma J-Lo gəldi, bilmirəm. Nə? J-Lo, Hə. Kamil, Tərlan sən? Nadir. Mən də Vüqar deyirəm. Nadir deyirəm mən də. Amma təsəvvür elə adı J-Lo olurdu. Təbriklər bir daha. Təbriklər Görək J-Lo tuzlu- dayı. Sən adını öyrənmədin amma. Yo yo yo. Bəsdir də. Tamam, все. Yox, gözlə təbriklər J-Lo dayı. Yox, Təbriklər Kamil Təbriklər dayı. Nadir qardaş. Təbriklər qardaş da yoxdur. Təbriklər. Abi, Nadir Vüqar abi. 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 Kamil abi. Yaxşı. Hə, getdik. Getdik. Deməli bir dənə məsələ var, növbə məsələsi. Fikir vermisinizsə yeni növbələr yaranıb artıq. Məsələn, gedib növbəni alırsan, yazır ki, K məsələn 35. Hə, bildim nə deyirsən. Hə. Və sən gedib alırsan, gözləyirsən ki, K35 yəqin baxırsan ki, məsələn K33 var. Deyirsən ki, yəqin 2 dənə zad olacaq, sonra çıxacaq, amma məsələn riski həmin yerə məsələn F 30 Hə, 35 solca. gedir. F35 girir. Məsələn, sonra nə bilim Türkiyədən. C326. I18, Su 25 zad. Belə bildiyin qəribə Hamısı silahlar deyir. hə, qəribə belə S40. adlar girir və baxıram ki, okey də mən neçənciyəm indi növbədə. Yəni məsələn bəlkə hələ 2 saat Beşənciyəm. qalıb, bəlkə hələ 20 nəfər var məndən qabaq. Yəni bu məsələ birində harda yaşamışıq bunu? sənə dəstək məqsədilə bir də şey deyəcəm. Kağızda da özdə yazırlar ki, növbədə 15-cisən. Hə, hə. Hansı Nə bilim. növbədir bu? Yəni növbədə 15 nəfər var. Yəni F-in 15 15-cisi. Hə, bilinmir. A-nın 15-cisi. Elə salamatı nə idi? Axırıncı kimdir? Yəni Mən də, bilim də. yəni ya da bir sənin olsun. Mən görüm də bu Kanı növbəni. manı boş ver. Məsələn, orada 60-dır, mənə də çıxıb 70. Deməli 10 nəfər var məndən əvvəl. Vəsiyo bu qədər. Tək rəqəm. Hə, tək rəqəm bu Amma qədər. 15-ə qədər zad elə də. Nə Yəni bilim, də çıxart orada, yəni bu növbəni Mən niyə bu ümid qədər vermə də, gəlizləşdirirsən? bildim. Amma o Və günləri- şey də olmur, atıram da, bilim neçənciyəm? Bəlkə işim var, çıxım Hə, gedim. Yəni hə, o dedim, gün həmin elə gəlim bir şey də. oldu qardaş. Girib növbəni aldım, atıram da məsələn F33 idi. Baxdım ki, orada da F31 keçir də, tutalım ki.
Dedim mən yəqin 2 nəfərdən sonra çıxacağam da. Yəni nəzərimdə tutmuşdum ki, bir maksimum 15 dəqiqə zada 40 dəqiqə zada oldu. Hələ də yəni mənə sıra gəlməmiş də. Cavan Sonra olsan. çıxdım. Şikayət dəqiqələri başladı. Hə. Şikayətlə başladı. İndi neyin İstəyimiz budur ki, növbələrdəki K, I, nə bilim, su, bu sözlər yığışdırılsın. Bu söhbət ümumiyyətlə yığışdırılsın, rəqəm verin bizə. Tək rəqəm. Dümdüz rəqəm. Bizim lift elədir məsələn. Kim basır ora gedir? Heç bir proqramımız adı yoxdur. Gözəl, gözəl. Məsələn, kimsə birinci bastı. Kim basır ora gedir? Özümün. Gözəldir. Çox pis lift. Gözəldir, gözəldir amma. Kaş o lift kimi işləsin bunlar. O liftdə Yəni- bir dənə də şey də var. Bu mindiyimiz parkovka var ya. Hə. Ancaq yuxarı düyməsi işləyir. Amma işin pis tərəfi onun proqramı var. Ancaq yuxarıya gedir, amma aşağı düşmək istəsən, gərək ondan yuxarı qalxasan, sonra düşəsən. Bayaqları İsmaillə minəndə İsmaila da dedim. Siz lifti basanda həmin mərtəbədə də qapı açılanda riski insan çıxdığını görmüsüz. Hə. Bax həmin mərtəbədədir. Elə lifti Nə edir o içəridə? dayanıbdı. hə dayanıb da yəni belə Yox. açır, insan çıxır içindən. Kim bilir? Ay, bu yəni bir dəfə olsa nəysə də bir 4-5 dəfə yaşamışam bu hadisəni. İstəyirəm ki, soruşum ki, Neynirdin orada? Neynirdin? Çıxa bilmirdin? Nə idi problem? Mən basmasaydım sən orada qalacaqdın. Basıram çıxır adam. Liftdə ümumiyyətlə ən pis belə deyim də, mənə ən Xatirələr. mənasız gələn şey lifti vurursan tutalım ki də elə bil sən aşağı düşürsən, amma bir yuxarı çıxıb aşağı düşür bu. Orada yuxarı çıxıb təzədən olduğu mərtəbəyə qayıtma anı var. Onda inanılmaz elə bilirəm ki, yəni həyatımdan getdi də o dəqiqələr. O ağıllı liftdir bax. Çünki bilir ki, birinci yuxarıdakı çağırmısan. Bizdəki elə deyil. Bizdəki 15-dən çağırır. Hamı haqqını yer Yol sizə üstü ki. kimsə 13-dən vursa, gəlir 13-də. Bir də bir sən nə edir hələ? Bir də hələ o bir sən nə edir? Manatlıqdır. Bir də hələ bir sənin nə olur? 4-də təzədən yenə açılır. Sənin vurduğun şeyi olaraq yenə açılır. Baxıram ki, heç olmasa orada saxlama. Hə, qardaş, bax o çox pis. Əsəbləşdirir o. Bir də sizdə belə bir hiss var. Məsələn, 20 mərtəbəli bir binadasınız. 10-cu mərtəbəsinə çıxmısınız. Gəlirsiniz lifti çağıranda, o lift aşağıdadırsa, ox olur. Hə, hə. Məsələn, aşağı düşərsənsə aşağını basmalısan yox. Hə. Mən içimdən gəlir ki, yuxarını basım. Məndə də orada. Elə bilirəm ki, onu aşağıdan belə çağırmalıyam ki, yuxarı gəl. Tez gəlsin. Bildin necə? Mən elə bilirəm yuxarıya bassam. Elə bilirəm həmişə o aşağıdadır. Hə. Mən 10-cu mərtəbədəyəm və Hə. bunu yuxarı çağırmalıyam. Qaş liftlər ümumiyyətlə çox bilirsən qəlizləşib. Lift söhbətdə qəlizləşib. Qardaş, amma hələ də liftlərdə o dedin 4-cü mərtəbədə falan reaksiyalar dəyişməyib. Yəni mən belə deyim də 2001-dən zaten bu liftlərə minirəm. Minəniyəm. Hə, minəniyəm də zarfaz. Atıram 2001-dən bu yana, tutaq ki, mən düşürəm 5-ci, 4-cü mərtəbədə, xüsusilə də qadın olanda bilsən belə baxır ki, niyə minmisən? Yertib düş aşağı, bax elə bir ifadə ilə düşürəm. Sonra nə olur? Gəl də gəl, niyə? Neysə, o gün mən düşürdüm belə dibdə dayanmışdım. dibdə də dayandı. Ortada kimsə çağırdı da. Bizim liftdən axadı dedi ki, bunu da götürüm. Açıldı belə gələndə məni gördü, qopdu da birinci. Mən də bir baxdım, gəlin, buyurun, narahat olmayın. Yox, belə elədi. Elə bil belə əllərimi tutub təcavüz zad eləyəcəm, nə? Düşürük də. Özdə zarafatsız mən 4-ümüzdə də görmüşəm. Bax qısılırıq o dəqiqəyə ki, bax biz təhlükəsiz. Kola reklamı. Allah kola reklamları. Allah hərdən şey var, liftdə pranklar zadlar eləyirlər. Təcavüz. Qorxulu da bu şeylər çıx. Mən dəli olaram ya konkret. İşıq zadda sönür. Bir də liftdə adamda gəlir. Şey var ya, bir kosmos tedirginliyi. uçur lift. Lift düşəcək, öləcəm tedirginliyi olur. Bir 10% da olsa olur. Hər liftə minəndə bunu yaşayıram. Onun üstünə bir də qorxudulmaq. Bir də arada lift qəzaları görürəm videolarını. Məsələn, sürətlə aşağı düşür və ya yuxarı qalxır. Biri var ya məşhur biri. Qaqaş knopkalara zada basır. Elə pis oluram onda ki, knopkadan nəsə gözləyirsən o anda. Və sənə bir şey də deyim. Lift qəzaları ilə bağlı çox videoya baxmışam. Evrim ağacına da, hamısına da. Lift qəzasında nə edəcəyimi hələ də bilmirəm. Mən bilirəm. Nə? Mən bilirəm. Uzanmalı. Uzanırsan və deyəsən şeydir. Belə yırğalanırsan. Qardaş, uzanmaq mənə heç safe gəlmir. Elə bilirəm Yo, ən ki, safe birinci elə orada Yox, deyəcəm. məcbur. Onsuz da orada Başqa şansın yoxdur onsuz da. Ölüm şansın çoxdur. Sadəcə şeyi azaldırsan da. Yox, Bəlkə əlil olur. buradakı məsələ nədir? Yəni lift məsələn yerə düşəndə o yuxarısı belə korobka kimi əzilir, elə Yox, ölmə. yox. Nədir? Yox, Sən elə bil ki, binadan tullanmısan da. Zərb məsələsi. Ona görə yerə çatana yaxın bir dənə çerez vurmalısan. Hə, yerə çıxana yaxın göyə tullansan, yerə çıxana yaxın göyə tullansan, bir Newton. Çox məntiqlidir təbii. Newton hansısa qanununa əsasən həyatda qalırsan. Bilirəm, amma Bu qatarın üstündə tullansam Hə, nəyini təyyarədir? ən səhv qərardır da o. Hə, Ən niyə? səhv qərardır. Başın Çünki dəydi öldün. dəhşətli dərəcədə şeydir. Təzyiqə məruz qalırsan, yəni gücə də.
və Ya da Dili filmlərdə izliyorlar. filmlərdə olur belə bəndən də var. Spider-Man Elmas kimi. kafa ilə zadla belə saxlayırdı. Ancaq elə. Ancaq uzanmalısan yerə. Heç ya qardaş uzanmaq da ölümcüldür də. Yəni ölümcül Öləsən olmayan onsuz da. ölürsən, nə onsuz. Sadəcə öldü. olaraq o təzyiqi bərabər paylamaq üçün. Bəlkə Hə, ölmədin, amma bəlkə çerez- bir Bilirəm, mən niyə Yəni təzyiq hətta yenə bərabər ayaq yoxdur paylanılaraq onsuzdan. ölüm ki. Mən öləcəmsə zaten heç olmasa deyil. Yox, Şərəfinlə bilmirəm də. ölüm. Bir ölməmə ehtimalına görə də birdən bəlkə Mən həqiqətən lift bunu deyim ki. Qardaş, onda sən liftə olaylarında- düşəndə tullan əlini vur. Yaxşı, sən Yox. uzanma. Bilmirəm nə baş verir bildin. Ayaqları uzadıb belə. Ya bəlkə çıxım yuxarıda. bəs ağlına Hansı nə gəlir? yuxarı Tamam. maraz alisən, sən hara Yəni mütləq çıxasan? ağlıma bir çözüm gəlibdi də. Mən Mən belə bir şey fikirləşmişəm. gəlib. Belə bir şey gəlib ki, liftin biraz daha yuxarısına elə bil əllərin bir tərəfində, ayaqların bir tərəfində, amma bu dar lift. Tərlan, bu olmalıdır 5 da. saniyə baş verib Bir dənə qurtardı, dayan sən da, hara bir dənə Hadi çıxırsan? deyək ki, bilir də qardaş, Hə, şəffaf bir liftdədir. Düppət əlimi belə sıxdım, tam təzyiqlə dayandım da bildin şeylə. Mötərizə olasan lift Hə. dəyəndə belə ortada. Lift gələndə bir dənə elə bir qarnım dəyir də bir növ bildin. Yəni tam dəymirəm. Mənim ağlıma şey gəlir. Yuxarıdan da bir dənə rezin ola. Hə. Oturdun üstünə tutaq ki. Hə. Amma aşağıdan da bir dənə ola ki, lift dəyəndə belə belə verib ortada Bəlkə qalasın. liftin içində elə bir şey olsun. Necə bir şey? Elə liftlərdə o sistem quraşdırılsın. Dostlar, Allah bir dənə təsəvvür Allah, liftə liftdir, minirsən, Allah. rezini taxırsan. liftdir də Allah. Düşən vaxtı. Bizim lift düşüb bu arada o gözəl Hə. liftimiz. Sən bir onu dəfə deyəndən düşüb. sonra sizin lift Bəs o o qədər şey, qorxulu ha, gəlir ki. qorxu hekayəsi. Qardaş sən Şey çox deyil. sən bir də 15-ci mərtəbədə qalırsan. Mən hə. keçən dəfə arada olur məndə. Keçən dəfə yenə oldu. Arada gecə oyanıram. Və 15-ci mərtəbədə yatdığım gəlir ağlıma oyanan kimi. Bir qəribə oluram. İnsan 15-ci mərtəbədə yatar. Qardaş, bir insanın yaşaya biləcəyi maksimum mərtəbə deyim nədir? 3. 3-dən yuxarıda yaşamaq ucu problemdir. Yəni mənə görə mən çox Elə özümə, belədir. yəni orada yuxuya gedəmmərəm elə bilirəm. Yo, yo, dostlar, 5-ci mərtəbə zor. 5 də zor. Yo, 5 Çox zor qəşəng. deyil. 5-ə 5-in problemi nə? Hə, qalxmaq olmur. qalxmaq olmağına. problemidir. Düşmək 5-dən Yo, düşsən yo. ölürsən məsələn, amma Üç 3-dən zordur. düşsən ölmürsən. Pilləkən olaraq da zordur, lift 2-dən olaraq da biraz zordur. dirəkdən tullana Düşsən bilirsən. ölmürsən. Nə belə düşsən, belə yəni uzanaq. Yox da qardaş, 3-dən düşsən əgər yəni şey olur, Qəza. yaralanırsan amma ölmürsən də. 3-dən. Qardaş, balıqlama dalmırsan. Nə deyirəm, başın 3-dən dəymirsə dedim yerə, də. ayağın zadın Ay qırılır Allahın da. gərgini 3-dən Hə, sualı Səhərdən verdi. axşam eləyirsiniz. 3-dən Heç ölmə nə ehtimalın var demədi. amma Hə. 3-dən ölmə ehtimalın var. Mən xodlayacaq bunu. Deyəsən Gözəl onda Laqqılladım. skate nə idi ala? Skate Onda Schedule. liftlər Bir dənə düşməsin. bir dənə də belə bir liftlə bağlı şey deyim ki, bu adətən yeni binalarda olur, bu Crescent binasında filan da. Keçən dəfə getdim dedilər, "Hə, qalxın oradan 36-cı mərtəbəyə də." Baxdım ki, oy belə 36-cı mərtəbə nədir? Tez çatır amma. Qardaş 5-6 saniyədə çatır bildin, yəni. belə 1 saniyəyə çat mən saymışam. Port Baku 2-də hər mərtəbə 1 saniyə ayrılır. çox Qardaş 36-ya qalxanda hər mərtəbə artıq 1 saniyə olmur. Çox daha sürətli qalxır elə başdan. Gözəl Tərlan. Onda bir dənə soda baş sponsorumuz denən. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda yeyinti üçün. Qardaş silə biləsən də bunu, hə? Bəzi yox, bəzi niyə silənmirik? Siləcək. Mən sənə deyəcəm də effektdir bir dənə. Ultra Anladım. Kate attın üstünə. Yaşılı seçirsən silir 100%. 100%. Bəs eləmisən belə bir şey? Eləmişəm. Onda okey. Hə, dostlar, belə bir hekayə danışım. Keçən dəfə məni Maşın vurdu. yox, kaş maşın vurardı. Deməli işdən çıxıram, ABD gedirəm. Tərlan mən, bir də Əmrah. Əmrah da buradan salamlar. Əmrah salam. Hə. Hətta Deməli- Camala belə Hə, salam. Camala belə salamlar. Deməli, çıxdıq yoldan. Biz piyada keçidinə doğru gedərkən bir dənə qaqaşın cibindən AirPods düşdü. Mən də onu gördüm və elə kömək eşqi qabardı. Özü bir sən da. necə eşqi qabardı. Mən gördüm AirPods-un düşdüyünü. Qutusu Qaqaş da düşdü bir də, sənə yəni necə belə qutu qaçırdı? kimi düşdü. Hə, Qaqaş da bir sən necə qaçırdı? Güllə kimi gedirdi. Yəni düşdü AirPods. Mən elə gəl ki, onun səsini də eşitdi. Nəsə mən elə onu götürmək Yox, Qaqaşın AirPods Mən düşdü. götürmüşəm, verdim onu, Yox, yoxsa bir dənə özüm yox, götürdüm? bir dənə Qaqaşın Hə. AirPods düşdü, Qaqaş qaçmağa başladı. Qaqaş Qaqaş Hə. qaçırdı, AirPods-u düşdü qaçan Aha. vaxtı. Fərid də gəldi, Kömək eləmək üçün. AirPods-u götürdü, sorğulamadan Qaqaşın dalınca düşür. Qaqaşa belə səslədim, Qaqaş eşitmədi. Mən də baxdım ki, yox da mən buna kömək eləməliyəm. Deməli, Qaqaş yolu belə keçdi. Bu Targovdan içəri şəhərə doğru qalxır. Bu belə qalxır, mən də belə qalxdım və səsləyirəm, Qaqaş eşitmir də. Bir yerdən sonra gördüm ki, ayda mən içəri şəhərə qədər qalxacağam da. Yəni qışqırıram, eşitmir. Dedim, ay pis, yəni yolu keçdim. Keçdim, Qaqaşın qabağına çıxdım. Gəldim sevincə şəkildə dedim ki, buyur. Belə sözlərə. O da ki, belə tələsirdim. Belə dedi. Heç də belə şey oldum ki, Allah, mən sənə yaxşılıq elədim, nə oldu? Bir gördüm, bir də motosiklet nə idi? Motosikletdə şey gəldi, polis. Aha. Salam, bəs şeydir. Yolu səhv keçdiyin üçün cərimə.
Dondum qaldım. Sən demə bilirsən nəymiş? O qaqaşı yolu keçib, polis düşüb dalınca. Qaqaş polisdən qaçırmış. Və bu sırada Fəriddən yolu keçib deyə Əlinə bu düşüb. ihale Fəridə qaldı Hə. sən. Qaqaşı tuta bilmədi. Və cəza mənə yazıldı. AirPods-unu verdin bəs qaqaşın? AirPods-u verdim. Verməsəydin elə cəzanı AirPods-la ödəyərdin. Bəzi ki, ala bunu. bilirsən nədir? Bəlkə də AirPods deyildi, atıram, nə bilim, Xiaomi-nin şeyi. O tərəfə Amma gəzdirdən yəni. mənə 18 manat cəza yazıldı. O tupoy qaqa. 18 deyil, 20-dir. 18 20-dir. O bir Hə, həftədə aysa 18 20-dir. idi. O tupoy qaqaş. Spoy demə də, o da indi bir insan. Yo tupoydu. Hə, yaxşı. Çünki Cərimə yazdırıb da bunu. çünki nə olursa olsun oradan ziyanına çıxacaqdı. Yəni o Xiaomi-nin qabı belə. Yoxsa bir 60 60 70 vardır, var. hə. AirPods da uçdu da bu 300-400-ə. Və o cəza mənə girdi. Mən istəyirəm ki, qaqaş gəlsin cəzanı. Biz Qardaş, belə mənim düşündük. könlüm Biz belə düşündük ki, Fərid dedi ki, bunu nə edək? Dedim ki, bölümdə deyərik, yarı-yarı ödəyərsiniz. Bildin sən də yolu keçmisən, Hə. amma o qaqaşa görə keçmisən də. yəni hə, az. o qaqaş bizə 10 manat, 2 dənə kafe alsın heç olmasa. Qaqaş onda Hı. 30 manat öz O cəriməsinə qaqaş versin, 10 kimsə, manat o da Fəridə protokol da versin. qalıb hə üstündə, yoxsa? Protokol hə məndədir. Hə, protokol da var. Heç Amma nə. yox da dostlar, cəza Qaqaşın heç olmasa görüntüsünün zadını denə bir robot resmindən zadından Yox da yox da, o qədər də yox, amma qaqaş özü kimdirsə bildi, yəni AirPods. yox heç baxmır. Harda oldu Orada. hadisə, onu da denən. İçəri şəhər. Elmlər Akademiyası var, İçəri şəhər. İçəri şəhərdən düşən yolda Tarkov tərəfdə. Rəyasət heyəti. Rəyasət heyəti Hə. orada. Amma o qaqaşın robot resmi belə şeyləsəm cındır sifəti var idi. Bax bunu da şeydə o qaqaş da inşallah izləyir və Elə demə də Fərid. Yaxşı da Fərid. Niyə bəzi? Mən ona yaxşılıq eləmişəm. Bildim, bəlkə o izləyəcək bunu və bu söhbət yaxşı. Bəlkə həqiqi tələsirmiş, doğrudan tələsib bir işi Yo, yo, var. yo, Xeyr, qardaş. Bəlkə bu Eləsə Tam söhbət olaraq xoşluqla polisdən bağlanacaq, yəni. O elə gələcək, bəlkə Hə. sənin də cəzavı ödəyəcək. Əgər onun vicdanı olsaydı, çönüb arxaya baxırdı da, yəni görərdi ki, mən Qardaş, o həmin Ola an. prosto ki, Gördü onu. 100% görüb bəzi. yol polisindən piyada qaçmaq olar. Yəni də, və qardaş, yol polisinin altında motosiklet Ha var. sən indi. hara Yəni, qaçırsan, yəni Ola cərimə də yazır. Allah, Yəni hə, cərimə nə cərimə. qədər 18 manat. 18 manat. 20 AirPods-u niyə buraxıb Allah bəs gedirsən? odur da məsələ. Deyir ki, tələsirdim. Amma mən sənə vermişəm də, xəstəsən. Qaqaş tapsın, ya tort alsın, ya cəzavı ödəsin. Ya, heç olmasa hə, məsələn yarısını ödəsin. Heç olmasa 2 O gəlsin tam ödəsin. Adı nə ola Yarısını bilərdi? ödəsin, Fərdi sifətinə nə ad verirsən? Şurik. Rövşən. Rövşən. Biz Onda ayrı Rövşən. Hər hansı bir Rövşən də bu işin altına girə bilər məncə. bu Əlində mövzuya. bəzi paket var idi. BMW. Göy paket. Storm Clock uzaq kimi bir şey. Rövşən. Klokunla gəl o ödə də nə olar? Bax vəziyyət pisdir. Bəzi çox pis oldu mən. Yəni bütün insanlıq şeyim puç oldu Bildim hə. da. Fərid bundan belə yardım eləyəndə bax da fikir Adam ver. kimi yardım. Keçid- Necə Yox, idi bəzi? Yəni Fərid, orada sən problemi bilirsən nə idi? Sən riskə aşka gəldin. Ay sağ ol. bildimmi? Sən bir anlıq bilirsən nə oldun? Salih oldun. Bildim, Ki, salih mən bunu oldum. yolu Qardaş, keçib, yolu amma keçmək bahasına olsa. indi mən məsələn, yoxam orada. Eyni şeyi mən də yaşadım. Səninlə bir yerdəydik də. Qaqaş güllə kimi qaçdı. Mən də şey dedim. Qaqaşın AirPods-u düşdü. Bildin yəni. Və mən heç onu Sən gedib düşündün, Sən sən fikir ürətdin, o icra eləmək etdin. istəyirdim. Prosta mən gedib o AirPods-u əyilib götürəcəydim. Sonra Qaqaşa baxacaqdım. Qaqaş orada olmayacaqdı zət. Yavaş-yavaş gedib qabaqdan dönəcəydim ki, Qaqaş gedib uje. O AirPods-un necəsə o Qaqaşa təslim eləməyi Sən daha də belə heç uzun şey, şey sən də heç He- reaksiya Aa, heç verməmisən, reaksiya- Tərlan. Sən bir Yox, şey deyim, daha sən uzun heç bir yoldan eləmirsən. onu necəsə Bunun ən orta yolu, ikimizin ən orta yolu AirPods götürüb atmaq idi ona arxasına. Bəzi Düzdür, inansan düzdür. düşündüm. Yoldan gedirəm, səsləyirəm, şeylər istədim ki. Belə atım. Fərid necə səslədin və ay zad elə. Hə, qardaş, Qaqaş Ay dayanmırdı. qardaş, ay qardaş, Qaqaş Qaqaş qabaqdayam. 20 manat qabağa düşmək üçün 60, 70 itirməyə hazır idi. 90, bilirsən, Kaş yəni. itirərdi. Sifəti Kaş bilirsən necə idi? Belə gəldim, dedim ki, buyur belə istəyirsən belə idi. Heç Yəni məmnun da olmuyor. Ya, ya, Mən bir şey olmuyor. deyim, bir şey deyim, Fərid, bu da var. Çox həyəcanlı idi. O birdən-birə, o bilirsən necə Allah yox qaçır? sən də Qardaş, cinayətdən qaçmırsan Qardaş, ki, yəni. Qaqaş bilirsən necə qaçırdı? Qaqaşın adrenalini hiss elədim ki, Qardaş, Allah bədən- yazacaq bədən da dedi yazacaq ki, da bir dəli adrenalin Amma deyil. mən birinci ki, bilirsən yox, nədən qorxdum? 20 manat verməməliyəm zət. Birinci düşündüm ki, Allah bu oğurluq eləyib, yəni mənə girdi bu tema. Mənə də ağlıma gəldi. o Sonra oğurluq gördüm ki, söhbəti. cəza temasıdır. Xiyarsan ala, qaçmısan, Bəs bir şey deyəcəm Fərid. Bu hadisə yaşananda polis yaxınlaşanda, Aha. sən biləndə ki, sənə keçidə görə cəza yazır. Aha. İçindən bir şey gəldi deyəsən ki, yardım eləyirdim axı. Dedi də onsuz da. Dedin onu. Dedim Dedi. ki, yəni mən kömək eləyirəm də. Polis dedi ki, şeydə bəs onu verməlisən. Deyirəm gözümün qabağında şey düşsə,
Neynəməliyəm? Yəni siz olsaz neynəyərsiniz? Nəyinə Peki, döyərsən? Gözləməsiz polisə təslim etməlisiniz. Allah o polisə o gələnə Küllü miqdarda pul neyniyim? Yəni ondan düşüb də. Nəsə belə də yenə deyirəm, mən orada cəza temasında səhv məndə, amma insanlığı məhv elədi. Tapsın onda, Rövşən bizi tapsın. Rövşən tapsın. Rövşən tapmasa da o AirPods-u gətirsin, çünki o AirPods Fəridin haqqıdır. Fəridin haqqıdır, ay sağ ol. Gəlsin o AirPods-u Belə. versin. Belə, sağ ol. Qərar qəbul olundu. Yazmışam ki, kamera funksiyaları artıq deyəsən sona çatdı. Nə? Yəni artıq məsələn yeni telefonlar çıxır, kamera funksiyalarını reklam eləyirlər. Baxıram ki, heç bir fərqi yoxdur. Yəni son artıq 4-5 ildir ki, kameralarda bir irəliləmə yoxdur. Telefon kameralarında bir məsələn qayda dəyər bir irəliləmə yoxdur. Birində Əvvəl çox məsələn olurdu. Night Vision, Nokia vaxtında qardaş. zadında reklam veriləndə ilk olaraq Bir sən nə 2.5 məhv oldu? megapiksel, Hə. 5 megapiksel. Megapiksel olayı getdi həyatımızda. Bir də deyə Bir bilərsən də- orasın. Megapiksel o Sözsüz yaddan yəni. çıxdı. Megapiksel məsələsi Rədd oldu çıxdı həyatımızdan. Hə. Megapikseldə də nəsə bir olay var. Atıram, Xiaomi-lər yazır ki, 255 megapikseldən nəsə, amma bu megapiksel o megapikseldən deyil. Bu başqa şeydir. hə, Amma hə. onda yazırlar üstünə. 64 megapiksel və 4-5 dənə kamerası var. Amma məsələn bu kameranın biri 0.5 kamerasıdır. Xiaomi necə tələffüz olunur? Ən doğru variantı nədir? Xiaomi-dir məncə. Məncə də Xiaomi-dir. Amma öz Xiaomi deyil, dillərində məncə çox Xiaomi deyil. fərqli bir şeydir nəsə. Çünki Çinlilər x hərfini x oxumurlar. Xenon. Kamera şeyi dayanıb məncə. Siz nə düşünürsünüz bu barədə? Məncə də dayanıb. Daha doğrusu dayanmayıb. Hiss olunmur. Hə. Bildiyini başa düşmürsən. Algılaya bilmirsən. Və kamera olayda mən heç etkiləmir. İndi məsələn kameranı reklam edəndə istəyirəm elə bir şey deyirlər də. Məsələn, atımız var, qaça bilir. Tərzində O bir bir şey kimi. dəqiqə gəlir. kameranı Yəni, reklam eləmək kamera üçün şey onun üstündə deyirlər. olmalıdır. Weekend'ın klipini çəkir ki, bax bununla çəkir. Neyniyim? Çəkirdin də onsuz da. Gedib Weekend'ı mən də çəkənməyəcəmsə, o kamera mənə lazım deyil o qədər bomba olmağı. Və elə Onda bir necəsə elə mən də Selena Gomez evdə çəkə bilim. elə bilirəm ki, Selena Gomez də yaman toppuş. yo. Fərid, Keçən dəfə təzə fotosessiyalar zad Sevmirəm. çıxıb. Fərid, təzə fotosessiyalar zad çıxıb yamandır. Selena Gomez sevmək qardaş, mənə görə Petuxluqdur nə? petuxluq da yox. Yəni Selena Taylor Gomez Swift mənim sevmək kimi bir şey. ay savab, belə qəribə hətta. Hətta Taylor Swift sevmək daha yaxşıdır məncə. Mərifətlidir. Maraqlı deyil, mənə maraqlı deyil. Bu arada Hansı dostlar, mahnısını Qəşəng, bilirsiz? qəşəng Hansı deyil. mahnısını Bax bilirsiniz? qəşəng deyil. Səsi yoxdur. Selena Gomezin zarafatsız hansı? Hansı Seksi mahnısını deyil. bilirsiniz? Bilirsən, onun Söksüdür indi söksüdür. Deyil, Hansı deyil. o mahnısı müğənni, bilirsiz? musiqiçi, Çox müğənni ortalama bir karyerası seçkilik. Roza Zərgərli kimi də elə bilirəm. Bəzi o bir ara Roza aktrisa Zərgərlinin elədi. mahnısı var nəsə. O çıxdı axırıncı bir dənə nə idi? Emin Sabitoğlu yazmışdı. Aya. Mən səndən nə istədim. Heç yadında qalmayıb ha. Amma şey ritmi bilirəm. Nə istədim? Mən səndən bircə özür istə bastım. Eurovision bu arada, Eurovision'da yaman şeylər olub. Ya daha doğrusu heç Qardaş. nə olmuyor. Eurovision başında vaxt buraxmısınız. Şey Məncə ən son Azərbaycanda ən son. gəldi. O da biraz. Biz utduq, sonra Azərbaycana gəldi. Orada Hə, oxutdular, hə, başını ay buraxdı. sağ ol. Yes, hə. mən də qardaş. Eyni. Bir də mənə görə Azərbaycanın ən bomba çıxışı orada şeydir. Nə idi o 2 dənə qaqaş? 2 edənlər. Elnur Samir. Samir. Zor idi. Elnur Samir çox qəşəng idi. Mələk paltarı Hə, zaten. Mələk ha, Şeytan. zor. Amma Çox qəşəng qardaş, idi. yox, Məncə orada da zordur. bitirməli idik. Amma nə olar? Ay əziz, Eurovision. Yerojuna göndərənlər. Nə olar? Sazı zal soxmayın. Hə, ay bu ləfəri. Qardaş, muğam, saz, tar. saz, Sən necə? Ala get bir o birlərə bax da, gör nələr eləyirlər. Yenə danqara. Yəni məsələn İrlandiya gəlib o şeyləri var ya onların. Hə, hə. Nədir onun? Keçi şeyin adı? dərisindən Hə. zadını. Ondan çalmırlar ki. İrlandiya onu çalmırsa sən də tar çalma da, yəni bilirsən. Dayan da, dayan. Muğam oxuma da sən də. Ən pis nəticə bu oldu hə. Nə? Azərbaycan indiyə kimi olan 34 içindən 34 oldu yəni. 37. 30 nədirsə də yəni. Mən heç vaxt baxmamışdım, sadəcə bir hissəsini də gördüm. sonuncu və olan ən çox- sonda gördüm ki, yenə Çox pis şeydir. sazla solo gedir. Özdə şirin bir solo deyil idi. Deyil, Həqiqətən də Danqara. Yəni sən ya da saz göndərirsənsə, atıram, muğam oxutdurarsansa Alim Qasımov olsun da orada. Getdi də o da Bildin yəni? getdi. Getmişdi Alim Qasımov. Hə. hansına Ya nə vaxt getmişdi? idi bu? Alo şeyə gəlmişdi. O Açılışa. Açılışa. Məncə O getmişdi. uçurdu. O Uçurdu. möhtəşəm. Ay, sən bir şey deyim. O şey kompozisiya zor idi. Alim Qasımov xalçanın üstündə də gəlirdi. Çox da elə bilirəm ki, Ay onda qardaş, Alim Qardaş. Qasımov bilirəm, şeyi, xalçanın skuter kimi istifadə qardaş, edir. elə bir həmin vaxt elə bilirəm ki, o İslam oyunları vaxtı da bütün
ölkənin ileri gələn düşünürlərini toplayıblar ki, necə maksimum Azərbaycan eləyə bilərik və xalça ilə belə muğamlı giriş saat. Məsələn 2012-də o çıxmışdı da. Haraya? O şeyə qardaş. İslam oyunları deyildi. Yox, Yəni açılış. hətta yəni bizim iştirakçımızdan çıxıb da Səbinə Babayeva ilə. Sən açılış dediyin İslam oyunlarının açılışı idi. Akan, sən Azərbaycanın ən böyük səs sanatçısı. Çıxıb qabağa birdən ola. Allah hey, zarafat. Hakan, başqa nə deyir orada? Sən komik misin sən? Komik mi zannediyorsun kendini? Yaş gitti ama səndə baş da gitti. Hakan. Nəysə boş ver, Eurovision haqqında danışacaq heç nəyimiz yox. Amma Day After Day mahnısı zor idi. Zor idi. Samir və Səhnə də zor Elnurun idi. kompozisiyasına və Fərid də zor idi. Fərid kimdir? Bu Fərid. idi. Sən. Zor idi Fərid zarafatsız. Dərin bilinmədi. Ayaq vəzi. Amma kaş gələn Eurovisiona bizi göndərsinlər. Dərdimizi. Gedək oturaq Danışaq. 3 dəqiqə söhbət edək. 37-ci yerə çıxaraq. Şəndilər axı. Şəndilər axı ölərlər elə şeydən. Həmsə ehtimalı 37-ci yerə çıxaraq. Amma şey deyək, o Azeri misiniz? Evet. Yes. Ya da ingiliscə danışarıq. İngilis Santa Claus eləyək bəs. Yox. Bir 30 saniyəlik. Let's go. Let's go. Okay. Allah, biz də bir savadıq. Heç bir dili bilmirik. Sonra da ona geydirik. Türkçə danışa bilərik mən. Türkçə evet. Ay Türkçə Onda danışa rus bilərik. sektorlar lap konuşqa deyəcək də bizə. Ki onda türkçə danışım, mənim dilimi AI ilə dəyişərəm ingilis. Danış. Тогда с этой секунды ты будешь говорить по-турецки. Bir dəqiqə nə edirsən AI ilə? Вот, EA. Я переведу то, что сейчас говорю с EA на английский, или, может быть, на русский, или португальский язык. Хорошо, тогда мы с EA будем все говорить по-турецки с EA, а потом переведем на английский. Другой язык, но мы можем сделать вот так. Единственное различие между нами, да, мы все турки. Давайте все говорить по-турецки. Давайте все говорить по-турецки. Потом попробуем на разных языках. Например, на русском. Например, я могу говорить на японском или на итальянском из-за этого. Почему он говорит по-турецки? Потому что он воспринимает только турецкий. Говори по-японски. Хорошо, с этой секунды я буду говорить по-японски. Ты сейчас даешь на это гарантию? Потому что потом не хотелось бы, чтобы что-то случилось. Брат, вот на это я не dаю гарантию. Çok cringe oluyor. Abi Azeri misiniz? Evet. Ne mənası var? İşte Azərbaycanda da kapı kolları dışarıda. Abi Her Savran evde kaset piyano var çekiyorlar ya. böyle ballı Ballı bir sigara, galiba. aynen. Şekerli ballı. Deməli Tarkovu. Tarkofya gidiyor musun Tarkofya? bu Hocam türklərin çəkdiniz şeydir. mi o sözləri? Bütün detallarını bilirik. Bir dənə də şey detalı var. Atıram. Bu deyir tutaq ki, mən Hetayi biliyor musun? Hetayədə qoyuyorum. Bunu danışdı. Sonra dedi ki, ben ara sıra işte şeye gidiyordum. Kuba'ya. Kuba'nın ne bileyim Laza kendi. Lazadır. Laza kendi. Nəsə var də. orada. Kusar biliyor musun? Kusar'ın Laza kendi. Ha, deyirəm ki, Oldun mu orada? Oldun mu orada? Deyirəm, hayır da bəs olmadı. Ya ciddi misin ya? Nasıl olmadı? Hiç mi gitmedin? Hiç mi git? Allah Allah. Bir de en çok Ben şeyleri olur. olmamışam. Hamısının da bir kız arkadaşı Ha, olur ay neyse sağ bak. ol. Ya benim Benim bir- bir kız arkadaşım vardı. Halklarda kalıyordu o zamanlar. Hamısı da- Halklar dostu. hamısı da Halklar Halklar dostluğunda. dostluğu tarafından Halklar işte dostluğunda yaman metroya çok. 3 dakika falan bir otobüs vardı orada 49. Hala çalışıyor mu ya? Bir de ki söhbətdən xəbərlər var. Aysel beni çok yaktı ya. Hə. Hamısı da yakılıbdı. Aha. Sonra şey deyirlər, atıramda 2006-da çıxıb bir də Dillerde nəsə okuyordu, Diller işə Üniversitesi'nde. görə 2019-da gəlib də ki, ya Targov çok değişmiş ya. Acayip. ya. Mermerleri falan böyle galiba bir şeyler yapmışlar oraya. Hadi vurum sizə, gəlin baxın yeməyi Yaxşı. Al-Özdə soruşur ki, Tarkofya gidiyor musun? Başka ara gedəcəm. Bir də Çox bir bir dəfə seçeneğim belə bir var. sosial deney görmüşdüm. Davamlı sosial deney çəkimdən qaqaş var. Erməni körpəsini Gəlib şey öldürsəyiz. deyirdi. Özə bizdə hansısa məşhur idi desən qaqaş. Gəlib deyir ki, abi Türkiyədən gəldim. Biz şeydir də. Altımız Yardıma ihtiyacım var zat. Qaqaşlar da çıxardılar içəri şəhərdə bir yer. Qaqaşlar da çıxardılar 100 manat basdılar cibinə. O nə demək ya? Qardaşız biz zat bilirsən. Okancım. Çok qırmadı bu. Okan. Okancım. Okan. Noktadan yetiyorsa səndə yaş getdi amma səndə başda getdi. Zarfası. Okan Bayılgen baxır deyir ki, nə danışır. Okan Bayılgen- Azeri ya bu. Okan Bayülgen Sabranya Kaster galiba. Amma Okan Bayülgen'i görsəm, ilk o videonu atacağım ki, göstərəm. lütfən buna Hə. bax və Okancım. reaksiya ver də. Əgər Okancım, dostlar, baxsana buna. həqiqətən də izləyicilər arasında Okan Okan Bayülgeni Bayülgendən tanıyanlar Okan əlaqəsi varsa- Bayülgen'ə varsa, kanal olan varsa. əlaqəsi varsa xahiş edirəm O videonu göstərsin Fərida çünki Ha. ürək partlayır. Dəhşət. Okan. Qardaş, Okancım. mənim həyatımda tək bir dənə video var ki, odur ki, ona axıra qədər Qardaş. zar zor bir güc bəla ilə Qardaş baxıram dəhşət da. etdin Okan Türkiyədə, dəhşət. dəhşət. Bir də orada Okan- papağız adı da. Ha. Hər şeylə. Bir dənə yeri var. Kalitesiz Ortada arada. belə bir şeydir. Ha. Noktan. Yo ondan əvvəl bir dənə xırda edir belə. Ya sən bizim ses Sanatçı. sanatçı Keçən dəfə Fərdanın 20 dəqiqəlik söyüş söyüdü. Videosuna baxırdıq şeydi. Hələ buna bax. Hələ ona bax. Anamı söyürdüm burada. Mənə
Mənə belə deyirlər, mən də sizə belə deyirəm. Ana sizin. Yox. Arada bir dənə. Arada bir dənə qardaş səsi titrəyir. Hələ falan kəsə bax, mən anamı söyür. Sən anamı. Abi bir ağlamsınaraq zad deyirəm, ölürəm ya. Bir odu, bir də Bilal əyi söyüşdülər. Allah. Səni də anamadı. Bilaldan dəhşətdir. Başı, Allah, kameram belə tutur. Baş tutur da ekrana. Qardaş, o dəxlisiz yüksəlir, deyir ki, Yekaterina sən anom yəqin. Tam vermirəm. Mən uzun müddət Bilal Əliyevin yaşını çözməyə çalışdım. Hə, qardaş. Tuta bilmirdim. Mən də tuta bilmirəm. İndilərdə yaş verə bilirəm. Nə qədər qardaş? Yaş getdi, baş getmir. Yəni TikTokda zadda belə yaxın çəkim zad gördüm. 60 verərəm. Qardaş, amma 60 deyil, çox. Yarsan ola. 80 saat. 85 saat. Məzələr. Allah. Yox, bəzi düz deyirsən. 65 yaşı var. Doğrudan. Ha. Oğlum mən bunu 80 saat. Allah bu neçə il yaşayır? Dostlar, yaxşı bir dənə sual Hər verim. şey deyim, dəyişir yəni. 1 dəqiqə çox diqqətlə baxanda anidən 80 belə verə bilirsən. Dostlar, ara bir 20 verirsən. Biraz uzaqlaşdırırsan. ay sağ ol. 20 də yox, 30. Dostlar, TikTokda bir dənə rəy var, məşhur rəy. Görüşürəm. Görüşür görən. Şimdi bu görüşür. Bir nəfər deyil, çox. Mən ondan görüşmək istəyirəm. Bir rəy tipidir də. Bəlkə gedək görüşək dördümüz bir də. Kafedə. Bəzi növləri var bir də bunun. Ay millət görüşürəm. Hə. Həmin insandan görüşək də gedək bir də. Yoxdur məndən görüşən. O necə bir görüşdü görəsən? Mən O böyük yazsam. ağlıma bir şey gəlir, amma böyük ehtimal ki odur. Böyük hamının ağlına intim bir görüş gəlir, amma intim görüş. Bəlkə şey kimi deyir, ay cəmaət görüşürəm də, nə olar gəlin görüşün mənimlə. Darıxıram. Çay içək, Hə. kafe içək. Darıxıram. evdə Bəlkə ürəyim səhifədən sıxılır. yazaq ona. Həmin insanlara. Ha, yox, həmin insan. Mənə gəlir O ki, məşhurdur. yazsaq şey yazacaq. Yəni bəs plan qədər də. Okey də, kofe aldan yığılan pulla onu Gedək görüşək. Dördümüz eyni anda görüşək. Yox, Gedək görüşüb kafe çay içək içək. biz. Hə, gedib çay içək. Harda? Deyək ki, yer deməyək. Çay Açıq içməyə bir yer yer yoxdur olsun da, yəni. açıq bir yer Açıq olsun. bir yer olsun. Xalqa açıq bir yerdə Bu Nizamidə Görüşək. şey var. və kamera keçidin qarşısında. Ay sağ ol, kamera qarşısında. O görüşənlərdən biri gəlsin otursun. Amma bura gəlməsin. Evə Gəlsin də, gəlməsin. gəlsin, Evə niyə? gəlsin. Bilmirəm, nə bilim. Yəni veriliş edək də. Gəlsin şeydə Nizaminin o şey var, keçidin yanında. Orada görüşək. Şarmada. Görək nə Yox. görüşüb nə edir bu? Nədir dərdi? Yəni zarafatsız dərdi nədir? Bəs ay millət görüşürəm deyəcək qədər nə önəmli Yəni problemi biz gedək var. görüşək, ondan sonra girib hər yerə görüşdüm yazsın. Ay sağ ol, hə. Yəni Hə, görüşdüm, hə, vsyo. Biz də görüşürük bu Hə. arada. Hə. Yəni ən azından bu məsələni aydınlığa çıxartmaq üçün. Yəni hər kəs məncə Bir axtarışdayıq və görüşürük. Hmm. Gəlsin görüşsün kimdirsə. Bəs yenə üzlə görüşür. Belə Salamlaşanda. Məncə görüşürəm yazırsa, hə. Üzlə görüşür. Yəni o qədər Məncə sağollaşanda üzü o qədər üzlə görüşəcəyiz. yəni istəklidir də görüşməyə. Məncə niyyəti başqadırsa, bunu daha açıq-açıq yazsa, daha tez çatar nəticəyə. Mən görüşürəm çünki nöqtə. Akan. Akancım. Atacım. Nəşnə görüşürəm nöqtə. Da buna görə görüşürəm. Yəni fikrimi izah elə də, bildin? Yəni lap elə bizi olsun, yorma. Bəlkə bizi Ya da maraqlandırmayan bir görüşmək görüşdür Ümumiyyətlə bu. yox, bir şey deyim. Azərbaycanda Bəlkə bu söz var. fanlarla görüşdü. Yox, o. Azərbaycanda belə Hə. şeylər var. Yoldaş görüşü. Hansısa sözü seksual olan bir şeyi adi sözlə ifadə edirlər. Çox sağ ol. Adi sözlə ifadə edirlər. Məsələn, Danışmağa da söz qalmır. atıram. Bəzi yerlərdə seksə pastel deyirlər. Doğrudan. Haqqı. Hə, deyirlər ki, məsələn, bəzi ilə pastelim olub. Belə şeylər var, Pis bildin? dala. Ya da olmaq. Falan kəslə Olmaq, hə. oldum zat, Hə. bildin? Belə olmaq olmasın, adı olsun. Bərabər olmaq. Qoy- Olmaq Qoyuşdum. ya da olmamaq. Sevişmə sözündən bağlı belə bir şey var. Sevişmə sözü elə bilirəm ki, 90-lardan sonra sekslə əlaqəli olur. Çünki bununla ondan bağlı bir əvvəlki şey deyil. şeirlərdə Flörtləşmək mənasında. flörtləşməyə deyirlər. Bəzən Məsələn, nənələr deyir. Dostlar, hə, filan kəs sevişmir. sevişir. Bunlar sevişirlər, yəni ki, sevgilidirlər. Və mən onda çox pis mənasında. oldum Niyə? uşaq Bəlkə vaxtında. nənələr elə Hə, publik Yo, yo. Bəlkə Uşaq nənələr vaxtı o nədir? nənələr deyirdi, onu Bunlar Fərid. sən nə edirlər? Mən də istəyirəm gedim deyəm ki, niyə sevişirlər? Hələ Elə o evlənməmiş qardaş məndə də olub. O vaxtı balaca olanda ətrafında biraz böyük uşaqlar olur. Yanımda sevişirdilər. söyüş sat söylərlər. Bir dəfə biri yanımda o hadisəyə əməliyyat dedi. Əməliyyata başlamaq zad belə bir şey Zardı ifadə amma. işlətdi. Əməliyyat. Üstündən xeyli keçdi, ağlımda qaldı da. Dedim mən samakat düzəldirdi. Belə taxtaları zadı götürdü elədi. Dedi davaya bəzi əməliyyata başlayıram. Belə bir şey dedi. Dondum Çox qaldım. qorxdun Hə, ki. necə Ayata, dondum qaldım ayata. ki, ya. Dedəm niyə Babam belə şu bir şey an. dedi mənim yanımda zad. Ona görə diqqətli olun. Başlığı Görüşənlər də Əməliyyat eləməsin. Gəlin bu sözləri olduğu sözlərlə ifadə eləyək. Əgər görüşürəm deyəndə görüşməyi nəzərdə tutursansa yaz. Gəl biz səninlə görüşək, oturaq. Yo, hər ehtimaldan onsuz görüşür. Hara fırlasan, nə məna olur olsun görüşür. nə mənası var? Nə mənası? Hə. Amma bəzən kaş sən
Atanın adı bəyaz yox, elə Mürsəl qoyardı. Ha, bomba rəydi. Bomba Fərid, rəy, çox bomba rəy. rəydi. Qarşının İndiyə rəyini kimi qoyarsan. ən qəşəng oturdulan rəy odur. Yazıb ki, bəyazda Mürsəl adı çox yaraşar. Bundan belə bəyazda Mürsəl deyim. Bundan bu andan Mürsəl etibarən mən Mürsəl deyim. Mürsəl. Yaşay Mürsəl. Mənə kim bəyazit desə, onu basarsan. Ver ya da özün basın, nə bilim. Qoy onda buraya elə görünsün. Sən bas, biz də qulaq asaq. Hə. Mən bundan belə Mürsələm. O Mürsəl. vaxt, qardaş, onunla bağlı bir şey danışım. O vaxt balaca vaxtı Kimsə çaş bəyazı desinlər. Amma bəyazit. bəyazit Yanlış. bəzidir. Mürsəl. Mürsəl də müssüz ad deyə, yoxsa nə? Gözü də. Mürsəl denə hələ, sonra Hə. mürsü deyərsən. Bir dəfə gəldim dədəmə dedim ki, mən adımdan məmnun deyiləm. Bəs sən də nə döyləsi uşaq olmusan? Bəzi yox, Hə. Mürsəl. O qayıtdı ki, niyə məmnun deyilsən? Dedim, çünki böyüyəndən sonra uşaqların mənə əmi deməyi çətinləşəcək. Bəyaz dəmi, bəyaz dəmi. Burada. Demək olar da. Dedi, bəs nə qoyaq? Dedim, Mürsəl. Əhməd. İlk ağlıma Əhməd Nə pis gəldi. Çünki Əhməd ad əmi seçmisən. deyəndə belə çox asan çıxır da ağzından. Əhməd əmi, Əhməd. Sən elə bir Sən pensiya prosta fikirləşmirsən məsələn, neçə bəzi. yaşında olub? Qardaş, məktəbə getmirdim. Məktəbə getməyəndə niyə əmi olanda yaşayacağam? Bilmirəm də. Onu deyirəm, sən elə bir o Hə. yaşda oturub pensiya fikirləşmirsən Mhm, ki, mən o konkret. nə edəcəm? Bəs zarafasız çox üzrsən, hə. Bunu bipləyərsən də, bəzi atanın necə beyni Hə, konkret. Fərid. Atan nəsə düzəldi Atam da belə. qayıtdı ki, güldü biraz. Hə. Böyük ehtimal qəşəng əylənibdi orada. Hə. Təsəlli uşağın gəlir səndən belə bir şey istəyir. Yığdı oradakı uşaqların hamısını, məhəllədəki uşaqların hamısının yanında. Dedi ki, bundan belə bəyazda Əhməd deyəsiz. Amma bunu belə gördüm ki, məzələndi də biraz. Hə, uşaqlar da hiss elədi ki, mənim dədəm məzələndi. Bir iki gün zad mənə Əhməd dedilər, amma hər Əhməd deyəndən sonra gülürdülər. Gördü, ləzzət eləmədi də. Axırda ata var respekt. Sonra 2 gün sonra mən bezdim bu vəziyyətdən. Gəldim dədəmə dedim ki, dədə, mən artıq Bəs mən jail olmuşam. artıq yenidən bəyaz olmaq istəyirəm. Xahiş edirəm bu vəziyyəti ələ al. Çağırdı hamını dedi ki, Konsert bundan belə bəyazitdə Əhməd deyil. Nəyə görə bunu danışdım? Kontrol zət Kaş o vaxt seçimimi doğru eləyərdim. Mürsəl eləyərdim. Doğru seçim deyil idi. Deyil Kaş də. Mürsəl eləyərdim. Mürsəl Və dəyişməyə də ehtiyac Ay, qalmazdı. sağ Deyərdin ol. ki, ay dədə, elə Mürsəl zor. Sən də təsəvvür gəlibsən atava nələrsə deyirsən. Qardaşın Əkbərdə elə biləm ki, savaşırmış da, nə bilim. O sırada Ceyran zad ovluyurmuş. Bu da gəlib Əhməd istəyirəm. Əhmədəm sonra. Belə. 2 dənə mövzu var. Birinci bunu deyim, amma yəni ki, çox çəkməyəcəm, uşaqlar bilmir deyə. Halı sahada saat taxan oyunçular görmüsən? Bəzi Hə. necə qəribə Bir də gəlir. sepbəri. yox axı Mürsəl. Amma zor tutursan ha sən də tamam. Full focus burdadır. Hə, Mürsəl. Belə o qədər əsəbləşdi, hə, belə Narahat olmursan, parlaq ha. saatlar. Nəyinirsən? Tərirsən axı həm də. Və onun daha pis versiyası şeydir, bu nəbz döyüntülərini zad. Sən nəyinir, hə? Qaçır biraz. Baxın ki, mən 367. Ay, bu nə də nəbzin pis. Mən oynamıram, Mi? amma onun petuxluq olduğunu düşünürəm. Çox petuxlu. Yox, petuxluq deməyin də. Yaxşı, onun Yumşaqlıq. Əlavə Səbər bir şey. Nalayiq Lazımsız bir şey Səbər olduğunu. hərəkət. Nalayiq lazımsız. hərəkət. Yəni eləməyin. Qəbul edilməz. qəbul edilməz hərəkət. Və şeydir, çünki Feminen hərəkət. yox, Yox, elə yox, deyil yox. də. Niyə? Nalayiq hərəkət. Niyə sizin halı sahadakı izləyiz gəldiniz? Bizim Yox, 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 ümumi seksist olaraq da demək qardaş, sənə yəni görə. o qədər adam var, sep taxırlar, Ha. saat taxırlar. Yox, söp taxılsın, mən də söp taxıram. Futbolda Amma taxardın. futbolda taxmazdım qardaş təbii ki. Əlimi qaldırıb fazla. Şeydir. Bir də şey teması. Çox belə səliqəli geyinənlərin nadirən qəşəng futbol Hə, oynadığını. nadirən yox, mən heç vaxt görməmişəm. görürəm. Bir ya iki olub. Siz deyək bunu, siz oynamırsınız. Hə. Bəzən gəlir kimsə futbola, birinci dəfə də görürsən bunu. Hər şeyi var. Hər şey. Corabı, Jit zadı, geyinmiş, hər şey var. Onu bir şey deyim ki, mən belə kənardan baxanda Bilirsən təxmin ki, eləyə bilirəm ki, bunu sırf futbolla yox, həyatımda gördüyüm başqa şeylərlə müqayisə edərək deyirəm ki, o qədər tam takım gələn adamlar, məncə elə bir ki, məsələn atıram da, evində nəsə usta işi görəsən, gedib əgər o usta şeyi zadı geyinirsənsə, cins şeyi, deməli göt günündə eləyirsən də, elə bilməyəsən. Ala bilsən nə corablar? Baxıram ki, bu corab, bu butsiz zad. Heç Bir də vaxt Messi görmədim. geyinir. Vetsində dəst Ha, geyinirlər. dəst geyinirlər. Bəzi bir dəfə bir futbol var idi, nəysə də, gözdən Mürsəl. Deməli gözlədik qaqaşı 6-5 oynayırıq da, 15 dəqiqə gəlməyib. Allah gəldi gördük, full takımda.
bup deyə vurur topa. Necə həsəb olmuşdu o? Nəysə ki, futbolda saat taxmaq qəbul edilməzdir. Mən qəbul edilməz bir şey daha demək istəyirəm. Xüsusi günlərdə gül satanların gözümüzün içinə baxa-baxa gül qiymətlərini 1-ə 20, 1-ə 40 artırmaqları da məncə qəbul edilməzdir. Bəli. Nə düşünürsünüz? Mən bunu belə düşünürəm ki, bu su tapılmayan vaxtı suyu çox baha yəni su tapılmayan yox, suya çox ehtiyac olunan bir vaxtı suyu baha satmaqdır. Yəni var stokunda çoxlu su, amma prosto baha satırsan ki, cəmaət olsa alacaq. Mən şey O demirəm. vicdansızlıqda bir Artırmasın şeydir. demirəm. Məsələn, 1-dirsə elə 2 bu gün özəl. Amma 1-dirsə 45 eləmə. Gişsən sən. Qardaş, Baxsam sən yerdə bitən otları belə arasına kol soxum. Qardaş, mən ən çox belə əsəbləşdirən peşmanı məsələ nədir? Bu atıram da məsələn Hollandiyadan gəlmiş gülzad. Birincisi ölkəmizdə nə bitirsə, ondan istifadə eləyək. Yəni Hollandiyadan gələn gül Hollandiya. olsun, Hollandiyadan gələn gülün dənəsi 200 manat olsun. Hollandiyaya bilirik niyə geyirsiz. Amma o Ya da belə- onun üstündə pasport olsun, peçatı olsun. Ay sağ ol ki, mən Verəndə Hollandiyadan. Mən sertifikasiya sənə ilə- hardan inanım? Sertifikasiya ilə Bax, sənə verirəm. gül almışam, Hollandiyadan gəlib. Hə, ya da Holland gülüdür. Holland gülüdür. Hollandiyanın toxumu gətirib əkmisən. Red şəyə, Light'dan. Pirşağda əkmisən, orada bitib də. Onda bu Hollandiya ya da bunun bir dəfə toxumunu gətirmisən, fisioda bitib artıq. Bu artıq Hollandiya ilə əlaqəsi sadəcə odur. Yəni sanki Hollandiyadan hər dəfə gətirirmişlər, hər dənəsini Hollandiyadan gətirirmişlər kimi danışırlar. Hollandiyadan Bu bir. gələn dənə. İkincisi də məsələn 5 dənə gül alırsan, gülün birini həmin vaxtda atıram. Normalda gülün biri olur 3 manat, həmin vaxtı qaldırıb ellər 8 manata da gülün birini. Məsələn qoyur onu, desən okey də. Bir məsələn deyirəm, nə qədər güllər? 5 dənə gül qoyur, 40 manat olur da. Sonra deyir 2 manat farqla Onun yanına şeylər qoyurlar axı belə. kollar. Ot, kol. Şollar suyu. Onu da pulla qoyur. Yox, o gürcü xəngəlin yanında verilən şey var, acika. Hə. Onun kimi bir şeydir. O gülün yanında o bəzəyi olmalıdır yəni. Bəs niyə indi? Eləməyin Qardaş, bu məsələni ancaq qadınlar həll edə Yes. bilər. Yes. Hə, mənə gül alma, mənə kitab al kampaniyası. Kitab Ay, al sağ yox. ol. Gəlin məsələn növbəti nə var? Bəhram əminin kitabını al. Yox, növbəti nə var? 8 mart qaldı da bir dənə elə. Yox. Sevgililər gününə getdi, 8 mart da getdi. Qaldı gələn. Qızlara biri heç nə yox. Şeir var. Tamam. Bir iyun şuxlar. 14 fevralda onda gələn il Qızlara biri 2026-cı heç nə ildə 2026-cı ildə 14 fevral və 8 martda fərqli bir şey tapaq. Atıram da nə olsun? Cipsi mi olsun, Burnun da yoxsa nə bilim hansısa şokolad olmasın, amma şokolad zaten alırlar. Şokolad buketi zadı da var. Bu arada görəndə onda dəli oluram şokoladdan zaten yığılmış buketləri. Şokolad olmayan, amma məsələn şokoladın qiymətləri həmin vaxt qalxmır. Doktorskaya Qardaş, kalbasa. əgər bu şey olsa qaldıracaqlar da onda da. Ola bilər yəni. Yəni Gül satanlar girəcək Mənim şokolad istədiyim bazarına. sən nədir? Mənim istədiyim sən nədir? Həmin vaxt gül satanlar gələn il 14 fevral və 8 martda burunları sürtsün biraz, başları daşa dəysin, Bir-birlərinə. desinlər ki, biz səhv edirmişik. Yəni Biz qadınlar siz həll eləməliyik eləməlidir sadəcə. bunu. Qadınlarla gəlin bir anlaşma eləyək ki, Ümumiyyətlə qadınlar açıqlasınlar ki, gül onlar üçün nədir? Biz alırıq, amma başa düşmürük. mən də. başa düşəmirəm. Hə, gül əvəzinə məsələn necə deyim? Bitki olsa, dibçək gül olsa, okey. Dəmləməlik bir şey olsa Ya da və dəmləməlik. yaxud da qadınlar artıq qızıl gül mürəbbəsi bişirməyi Bişirsinlər, hazırlamağı hə. öyrənsinlər. Ya hamısı. gülə, məsələn sevgilim mənə gül alıb 14 Biz də fevral. Mən də qızıl gül gedim, alaq. Mən 3 də ondan banka Gül mürəbbəsi. gül eləyim. mürəbbəsi. Ay Bəs sağ ol. Və qızıl gülü alanda onda eybi yox. Baha satsa belə deyək ki, olsun da bu həm də mürəbbə olur. Mürəbbə olacaq. Hə. Bilsən Bunu kimlər mürəbbə kimi qazanacaq? yeyərik. 101 qızıl günlər olan var. Ha, sağ ol. Onda öcə gül satanlar deyəcək ki, yanında banka Bankada. istəmirsiniz. Hə. Və onda bankada elə o- hədiyyə. Ay sağ ol, hədiyyə versinlər Bu yanında. sistemi necə bankana. pozmaq olar? Bu sistem Səhər oyanırsan 14 fevralda. O hədiyyəni seçirsən, hansı ki, deyək ki, bu sodadır da. Və başlayırsan soda almağa. Bunu əvvəldən anlaş. Çünki o ildən desək, Gəlin bunu soda satanlar Hə, qiyməti Yox, gəlin qaldıracaq. bunu Bu ani bir reklam yeri kimi çevriliş eləyək. olmalıdır. Gəlin bunu reklam yeri kimi eləyək. Bir də hansısa brend desin ki, bizim məhsulumuz olsun. O məhsulu deyək ki, gəlin bu məhsulu alın. qaldırmayacaq. Qadınlara uyğun bir Biz məhsul. Bizə aldıracaq. qaldırmayacaq. Biz aldıracaq həmin məhsulu. Onlar da qaldırmayacaqlarını söz versin. O Söz sözü qaldırsalar, Hə, qaldırsalar qanları biz qaraldı. sponsor şeyimizi kəsirik onlarla. Və deyirik ki, aldıqlarınızı qaytarın. və gələn 14 fevral imenli o məhsulu alırıq. Hə, o Yes. məhsul hansı məhsuldur? Bu artıq Baxır sponsorun. baxır, hə, brendlərin vision. Gül Bu amma mağazası indi olur da ağlımıza təsəvvür. gəldi. Bu pula çevirmək üçün açmamışdıq bu mövzunu. Hə, hə. Bilirəm, amma Qəşəng yəni yenə şey də oldu amma. çevirə Hə, biliriksə. qəşəng yerində oldu. Hə, hə. Bas bir dənə ona. Yaxşı Gül olmadı. satanlara gəldi bu. Gül satanlara gəldi. Gül satanlar gələn il Bu arada kardeş,
gül satanların bu 1-ə 20 zad artırıb qazanmaqları, bir də boks aparatından pul qazanılması. Boks aparatıdır. Sonra spiralni kartof var belə. Hə. Xırda-xırda. Bu hələ də çatmır mənə ki, hələ də insanlar bir nəfər gedir boks aparatı qoyur harasa və bundan pul qazanır. Çünki hələ də gəlib pul atıb vuranlar var ona böyük həvəslə. Vurmasınlar. Vursunlar Fərid, amma Kəllə vursunlar Necə? bəlkə. Mən bax onun şey kimi bəzi dedim. Mürsəl, mən onu bilsən necə görürəm? Tutaq ki, belə gedəndə risk görürəm ki, çəki aparat var. Deyirəm ki, al atıram 1 manat çəkmə ölçüm. Onu da elə görsəm deyim ki, bir dənə vurum. Amma 17 nəfər gedib, bung, çox adam toplaşır başına bəzən. sırayla qoyurlar. Ay sağ ol. Və lazımı şeyi almırlar, dəstəyi almırlar qıraqdan, bildin necə? Mən baxıram ki, məsələn, olsun. vurandan sonra mütləq. Tamamilə sakitçilik. Eyni bu brasok atan oğlanlar kimi. Hə, Hovuza hə. brasok atırlar, qızı. Bunlar da kənardan heç bir dəstək almırlar. Onda şeydir Mürsəl, ayın 14-ü o boks aparatının da qiyməti qalxsın. O olar. Nəyə görə? Boks aparatı neçədir 28-dən? 50 qəpik. Maksimum 50 qəpik. Azadlıqda bilirsən neçədir? 20 qəpik. Onda 14 fevral onun qiyməti qalxsın, çünki qiymətə qalxan şeylərin dəyəri olur da. Və Neçə olsun Fərid? 1.20 olsun. 1.20 olsun qardaş, fərqi yoxdur. Əl-ələ bir dənə Ya qız da qoyur, bir yo. dənə oğlan qoyur. Sevgililər ikisi əlini birləşdirsin belə. Hə, aso belə Və vursunlar. belə bir yerdə Yes. vursunlar. Ay sağ ol. Hə, bəlkə bununla necəsə. Və misal Əgər üçün 900 məsələn rekord 900-sə 900-ü keçsələr bir Gül versin. gül Ha, versin. sağ ol. Pulsuz. Banka ilə. Mürsəl, bu şey temasını, boks temasını əslində maraqlı Qloballaşmaq şeydir. Yəni bunu necəsə bir PR-ını aparaq. Mütləq. Yəni Boks aparatları lazımi dəstəyi almır. almır. Boks Və aparatları niyə yox. Boks Qardaş, aparatlarına vuranlar lazımdır dəstək. bu dəqiqə Daha yəni bir sənə bir şey deyim. Mən boks aparatını görəndə ona yumruq vurmağım gəlmir. Çox baxımsız vəziyyətdədirlər. qəşəng Çox olsa şey vuraram. gəlmir. Yəni bizim bilsən niyə? şey problemimiz yoxdur. Niyə vurursunuz zat? Prosta bunu bir ənənəyə çevirək. Ay, Düzgün bir kultur olsun bu. Siz PR-ını aparaq. Misal üçün, sevgililər həmişə görüşüb şeyə getmirlər. Tutaq ki, gedək hardasa oturaq. Parka, yeyək. zada, Ha, kafeyə də. Saat 5-də hazır ol. Gəlirəm, götürürəm kafeyə. səni, gedirik, Boks kafe. vuraq. Gedib vuraq. Ətrafında da Ya da- masalar olsun. Ya da boks Hansı? aparatlarının O şeylər olur, bilyarda olan publar olur, sıraya yazılırsan. hə. Saat 4-də mənim sıramda. Belə də- Aytacla Elnur. Belə də ola bilər. Boks aparatlarının olduğu bir küçə olur, uzun. Amma Qəşəng. Amerikan Bilirsən, boksu, məsələn, Rus Hə, boksu. hər sevgili sevgili- MMA. Hər sevgili bir tərəfdə qoyur Brasok ona. atma aparatı da Və olsun. vizualda gözəldir, kirli zad deyil, yaxşı Bunu təkcə vəziyyətdədir. sevgili ilə sərhədləməyin də qardaş. Bu yəni Evdəkilərlə də gedə Bilirsən- biləcəyin. Yox. Bunu adi yəni gün ərzində oğlanlar vuranda da Keçərkən mən istəyirəm vursunlar. ki, keçənlər dönsün Onda desin ki, bəzi məkanlar olsun, damsız almasınlar da. Bura sırf Olar. sevgilinin alırı. Olur da, yəni ayıra bilərlər belə kafeləri. Amma şey olar, qardaşı, bayaqlar denə ailəvi. Tutaq ki, atıram da atanın 60 illiyi idi, yubiley. Homlarla gedirsən. Getdin boks aparatı. Masanı da belə Ay, ya sağ da ol. kiralayırsan. Dan. Evə bir dənə Ümumiyyətlə, boks aparatı gətirirsən. Keçən dəfə danışdıq bunu, yarımçıqaldı o söhbət. Daha doğrusu nəticəsini tapa bilmədikdə. Azərbaycanda əyləncə deyəndə Pamagil. ağla gələn ilk şey harasa Boks gedib aparatı. kebab yeməkdir. Bu ənənəni necəsə məsələn boks bundan biri ola bilər. Məsələn bir yerdə yığılıb boks. Kababı yenə ye. aparatına. Kababı yenə ye. Amma Qardaş, boks aparatı Yox, olsun da yəni yanında. yeni əyləncə növləri elə bir tapaq da bir növ. Biri boks aparatıdır, tutalım. Dostlar, gedin boks aparatına vurun şəhərdə. Aha. Video çəkin. Video çəkin, bizə atın. Bilmirik niyə. Yox, bizi işarələyin. Bizi işarələyin Biz və də onu share eləyək. Share eləyək. amma limit qoyaq da bir dənə. Məsələn, 800-ü keçənləri paylaşaq da. Çünki çox vaxt görürəm 925-lərdə zadda olur onun rekordu. Bəs qızlar Prosta hər aparat Qızlar üçün şeydir. 500 qoyaq. Qəlyanda pulsuz. Qəlyanda pulsuz. və görüşür. Və Vurun özümüzdə atın da görürük. baxarıq nə edirik. Ya da belə bir şey eləyək. Gəlin 900-ü keçənlərlə görüşək. Gəlin iyul ayında zadında bir canlı eləyək. Ora boks aparatı gətirək. Görək kim real vurur, Hə, kim bu canlını boks aparatının üzərində quraq biz. Biz indi sistemi 30-durmamışıq, amma nəsə o vuranlardan birinə də bir şeylər eləyək. Ay, 100% ki, İndi orada düşünməmişik onu. Yəni deməyək. boks aparatı Yalandan söz olacaq. verməyək. 100% canlıda boks Hə. aparatı olacaq. Və ora vurulacaq. İzləyicilər gəlib ora vuracaq. Amma Görüşənlər də vursun, görüşməyənlər sistemi tam də. qurarıq sonra. Hə, onu Amma siz ayarlarıq. hələlik gedin boks aparatına vurun. Bəlkə də çox xal yığsaz, Yəni sizə dostlar, bir bilet verərik. yes, Söz vermirik hələ. Yəni Mini vuran olsa. Amma belə bir şey olacaq da, gözləyin bunu, xəbər eləyəcəyik. Yəni belə deyim də dostlar, 900 yox da 900 desən çoxdur. 850-ni keçən, oğlanlar üçün 850-ni keçən. Pulsuza düşürlər. Qızlar üçün də 500-ü keçən. 500 deyək. Hə.
keçdisə, random bir nəfərə biz şey eləyəcəyik. Qızlardan da bir nəfərə, Götürəcək. oğlanlardan da bir Bilet. nəfərə bilet verəcəyik. Bilet. Bu 100%. Və gəlib orada vuracaq. yenə bir dəfə. vuracaq. Wow, hamı belə wow. Amma bir şey səs deyim, bir çıxacaq. şey deyim. Boks Ay aparatının sağ ol. Hə, Lazımi hamı dəyər lazımi veriləcək. qəşəng. boks Kimsə boks aparatının aparatına vuracaq və Hə. yüzlərlə alqış. Oo. boks aparatının belə bir hiləsi var. Ona axı vuranda bir dənə yeridir, ora nə qədər sürətlə keçirsə, ona əsas. Öz problemləri. Allah zordur. Öz da, problemləri, texnikasını hə. bilir deməli. Bravo. Keçsinlər ona. sabaha qədər vursunlar, Hə. öyrənsinlər. Çox həssas yanaşır deməli Yox, boks. vuraraq eləmirsən də onu. Əlinlə prosta belə kırçoku biraz bərk eləsən, vəsiyo. Eləməsinlər də onda. Olur. Onda video Vicdanla, tanıt düzgün, olmalıdır. düzgünlük. Düzgün ata. Düzgün atın zarafatsız. Ailəvi boks aparatı kafeləri, boks aparatı kafeləri. Zafər ailəvi istirahət zonasına İllərlə- boks. Ailəvi boks aparatı. Hə, boks aparatı, heç. Məsələn 4 nəfəri ailənin boks aparatı xal opsiya hesablanır. Məsələn ata vurdu, ana vurdu, Mollarda bacı, olur, qardaş mollarda vurdu. olur, oyunlar. Ümumi xal. Yəni Məsələn Muradovlar ailəsinin ümumi xalı. Bildim. Özdə ailə paketi alana daha ucuz gəlir. Bəli, getdin oturdun. Bəs salam əleykum. Bir dənə o balacadan, bir dənə də 1 litrlik elə bil ki, boks aparatı, 3 dənə də lahmacun. Dedin. Bəzi günlərdə də olur, məsələn, bəzi publarda olur, şot prosto şey olur. Bəli yox. bəzi Bəzi, dedi. bəzi. Hə, okey. Belə deyəndə boks aparatını daha çox məna yükləməyə başladım ki, çox dirəşir. Lazım dəyəri ala bilmir. Mə qardaş, Amma yəni diriyib də, bildiyin diriyib. Ki, Ya mən da- varam, mən ya da- burdayam. Boks aparatı konusunu tamamilə kapatalım və hər yerdən çıxsın boks aparatı. Yox, Yo, 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 möhtəşəm icaddır. Ya sonuna qədər Mən əsəbləşdiyim sevilməlidir. sən nədir qardaş? Ən başda dediyim kimi mən əsəbləşdiyim şey insanların hələ də boks aparatından pul qazana bilməsidir. Bu birinci məsələ. Nəyə görə Yəni sən deyirsən ki, əsəbləşirəm? boks necə aparatı yəni? bir insan haqqı Yəni olmalıdır. bələdiyyə aparatlar qoysun ki, sağlamlığa Yox, yox, şey- yox. Kartla ödəniş Atıram, olsun. atıram. Şeydə Həcc dedim bu arada bəyəxlarım. nə idi ola bu? Yeni ildə açılan yerin adı nə idi? Söhbətlər İstərlər, təkrar söhbətlər. Hə. Seksi. Ora girirsən ki, bəlkə maraqlı nəsə olar. Keçən dəfə girdim ki, boks aparatı qoyulmuşsa. Mən orada əsəbləşdim ki, ala burada yox da, bildin necə? Onda əsəbləşdim ki, insanlar hələ də harasa boks aparatı qoyub pul qazana bilir. Amma o boks aparatına vuranlar dəyər görmür. Lap tutaq ki, gəldi 1000 vurdu. Rekordu Nə? vurdu. Yenə heç nə olmur. 50 qəpiyini itirdi o, bildin necə? Mən onu deyirəm. Qoy yazdı ora rekordunu getdi. Ona Boks görə aparatı deyirəm, mən istifadəçiləri Ya onlara da dəyər dəyərləndirilməli. verilməli. Ya da- Ümumi, Dostlar, ümumi. Ya da- Qurum yaradılsın. yes, onlara. boks aparatı istifadəçiləri assosiasiyası. Dərnəyi. ya da belə bir şey assosiasiyası. olmalıdır. Denən. Heç də belə yaradaq. Ya da belə bir şey olmalıdır. Sən məsələn 1200 elədin tutalım ki, sənin şəklini almalıdır o aparat. Yes, 1200 bir. rekoru, Hə. 1200 rekoru aşılana qədər hamı gəlib sənin şəklini görməlidir Hə. ki, bu qaqaş 1200 eləyib. O Bu məktəbimizin qaqaş sizin şeydir. babanızdır Ya da bu bilsən. xanım. Bu Sən ha qaqaş çox kimsə- gəl denən ki, bax bunu mən vurmuşam 1200. Kimin alacaq? O məktəbimizin Adı da yazılsın ki, seçilən məsələn şagirdləri kimi. Mürsəl 1200 xal. Hay sağ ol. Vurub 1201 Tarix elə bu var. 1201 Hə, eləsən sən deyən sənin şəklini çəksin. Və aparatda Hə və 1201 eləndə qaqaş desin ki, ya bura bir dənə şəkli yəni nə qədər ki 1200 Cavan aşılmayıb, Öyle o şəkil Şengen orada kimi. 1 ildə lazım olsa davam eləməlidir. Onda fotoqraflar da Onda- qazanır. Yox, elə Məsələn, 1500-ü keçənlər Aparatın də özündə kamera olsun. 1500-ü keçənlər də qlobal yarışmaya gedir. Məsələn, Gürcüstanda keçirilən boks aparatı yarışmalarında iştirak Heç edir. bəlkə də 1000-dən yuxarı deyil onun şeyi. Bilmirəm. Mindir. Bu qlobal standartlar Yox, məsəl üçün nədirsə, deyirəm də mən. kəş olardı belə bir qlobal yarışma. Səni də göndərərdilər məsələn. Bir boks aparatı yarışması eləyəcəyik canlıda dostlar. Bu indi də ağlıma tam oturdu. Canlıda bir boks aparatı yarışması. Qaydaları da Hamı, taparıq. Hamıya qəşəng yox, qaydalar. hamıya yox Ha. da. Söz haqqı Bax, verilərsə. ağlıma belə bir şey gəlir ki, canlı gedə-gedə hər kəs bir dəfə olmaqla istədiyi anda gəlib, məsələn, boks aparatı arxamızdadır. Durub gəlib vura bilər. Amma Çox sıra olar. nə o gələndə biz ona nəsə deyəcəyik və yaxud da o nəsə heç nə. Özü Sadəcə orada bir Yo, yo. Fəz dedi bəli. Qaydaları Qaydaları belə eləyək də. O dediyimiz video söhbət var. Yenə bir çıta qoyaq. Onu keçənlər yarışmaya avtomatik qoşulmuş olur. Məsələn də Olsun, lap olsun məsəl. 20 nəfər Hə. gəldi. Yarışmaya Mən 20 deyirəm nəfər ki- qoşulur və bir yerdən sonra da bitir yarışma, yəni artmasın. Amma mən deyə. deyirəm- Orada adlarını açıqlayırıq, gəlin. Sevda. Elə Ay yox da. Sevda. Mən deyirəm ki, canlıda elə bir an olmasın. Deməyək ki, davay 20 nəfər gəlin vurmağa.
O Yo, 20 onu nəfər bilsən özü neyniyək? qərar versin. Biz Adların danışa-danışa yazdırsınlar Elə olur öncədən. gəlsin da, vursun. Sevda. Adların yazdırsınlar. Yox, bunu bir 20 ayrı nəfərin hamısı bunu töküşməyəcək. yox, yox, bunu Ay bir Cəlal, rubrika ay kimi Cəlal. eləyək də ortada. Bilsən nətər olacaq? Biz orada danışdığımız müddətdə bir də görəcək danqadum səs Hə, hə, hə. gələcək. Qardaş bir dəfə vurub gedəcək. Yox, Yo, yo, yox, yo, çox orada bir adam var. Gəl belə eləyək. Bizim bir adamımız Yəni, tənzimləyəcək ya də onu belə səhnəyə Verilişin buraxıb gözlə verilişin deyəcək. canlının Bir adam 15-ci olsun. dəqiqəsində bu hissə Qardaş, elə bil başlasın. ki, pasport kontrola buraxır. Yox, Dayanacaq bax orada. bir adam olsun bu məsələni tənzimləyən. Məsələn, gəlib adını yazdırırlar ki, mən birazdan vurmaq istəyirəm. Ay, Hər sağ ol. 20 dəqiqədə bir vurulma şansı var. Çatdırma. Məsələn, Yo, yo, O olacaq, qədər adamın olacaq. hamısı olmasın da. Amma gəlib utanmasın da. Yəni mən nəyi demək istəyirəm? O gəlib vuran vaxtı və qeydə də alsın nəticəni. ay sağ ol. Udana Özü- nə verir? Yəni Udana gəlsin nə? qıraq da, Hadi işini bunu həll taparıq. eləsin, Bunu çıxsın taparıq. getsin. Udana nə verir? Onda belə eləyirik dostlar. Bax, ilk yox. Atırım ilk yarım saat ərzində bu baş verdi. Növbəti yarım saat ərzində nə bilim 10 dəqiqəlik qonağımız olacaq. Canlıda da Dostlar. çıxış eləyəcək. Udana çantanın içindəki verək canlıda. Kulisdə. Yox, Yox. yox, səhnədə. Elə orada. Elə orada. Məncə yox, çantanın içi çox dəyərlidir qardaş. Eləyək də bunu. Olar. Mən Mən Belə. qatılmıram. Danışarıq onda bunu. Onu danışarıq. Danışarıq, hə. Danışarıq. Çantanın Canlıya içi yaxın çünki- qərarın verərik, hə, amma çantanın belə bir içi şey dəhşət var dəyərlidir, yəni. ha. Eşşəksən. Belə Fərid. boks aparatını bağladıq. belə bir şey. Bu arada güllə bağlı bir şey demək istəyirəm ki, o deyirəm qəbul edilməzdi. Onların elə pul qazanmağı xoş Qəbul deyil də, hə, edilməzdi. qəbul edilməzdi. Bizim səhifəyə bir izləyicimiz yazır. Gözləyin. indi yazır. Yo, yo, yo. Neçə vaxtı Typing. bu deməli toxumalar eləyir, Mhm. gül toxuyur. Və ara sıra bizə cavab gözləmədən atır bunları. Ki, yeni işim budur, sizə baxa-baxa bunu eləyirəm. Mən keçən dəfə yazdım ona ki, əladır işlərim falan filan. Sən ki yaza da bilirsən. Düzdür, görüm adı nə idi? Müsəl sənə bir şey deyəcəm. Sənin ayaqların var da xaltır elə. Sən söhbəti bir də, sonra davam gətirəcəm Gör çünki Fərid. Açım deyəcəm deyəm. Hə, göz açım deyim, sonra davam edək. Səma Quliyeva gül toxumaları eləyir. Göndərir bizə. Çox da qəşəng işləri var. Mən deyirəm ki, bu iş gül satanların bu işini biraz baltalamaq üçün Səmanı reklam eləyək. Və insanlar gedib onlardan Səmadan Toxuma güllər. Toxuma alır. Toxuma gül güllər alsın. alsın. Heç Daha vaxt qəşəng, güllər daha maraqlı. solmur. solmur, düzdür, mürəbbəsi olmur. Amma qalıcı bir Amma xatirədir. qalıcıdır. Ümumiyyətlə Səmanın üzərindən gedərək deyirəm ki, bundan sonrakı bölümlərdə də Sevgililərinizə izləyicilərimizdən bəzilərinə sponsorluq eləyək. necə? Hə. Bax, özəl kiçik sahibkarlar dəyər yox. verdiyiniz insanlara artıq səmadan gül alın. Yox, fərqi yoxdur. Yəni səmadan alın, ümumiyyətlə bu fikrə uyğun olaraq kiçik sahibkarlar da yox. Çox kiçik sahibkarlara dəstək olacaq. Alveri sağ ol. aylıq 10 manatdan Hə, aşağı. nə bilim, bu tutaq ki, rəsm çəkir. Və baxaq ki, bunun həqiqətən də Yox, atıram 100 bir minlik şey deyim. səhifəsi, 10 minlik səhifəsi yoxdur da. Özü nəsə satır. Bunu belə eləsək qardaş. Onda bir 200 nəfər adam yığılacaq orada. Bu elə Yığılmır kim sənə, yavaş yəni Səma biz kimi, özümüz- Səma kimi yazanlardan özümüz eləyək yəni. Yox, biz gəlib seçmirik. Onsuz da qabağımıza çıxanlardan Bildin mi? da. Düz- Ya hamında biznesi yoxdur da, yəni xırda biznesi Nə yoxdur. bilim. Yəni də indi Baxaq da, Səmanı sonra görüb da- özləri qərar Nədən verəcək. küskün bir kitle Əgər- olmasın deyə deyirəm yəni. Yox da indi o Orada qədər rəy yazanlar. incimək var. yoxdur. Ha, İncimək yoxdur da, yəni gücümüz Bu eləməyə satan də qədər bilərdik, də, ha. yəni. Gücümüz satan qədər də dostlar. da. Səmanın işlərini bu arada qoyacam bura. Bəlkə Səmaya zəng eləyim. Adları sağ ol. deyim. Olsa birini yazsa da. Satışı hardan eləyirsə, nağd yazaq bura. Onsuz da şey eləyəcək. də, Özü yəni soruşarıq Soruşarıq qoyar. da bölümdə soruşarıq. bölümdə Sabah qoyarıq. zaten Ha, gedib soruşarsan ki, bəs bölümdə danışmışıq, bla bla. Davay, всё. Sağ olun.